Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Sizlər üçün bu video izahda MHM test toplusundan ikinci dərəcəli üzvlərdən olan sualları izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, əziz müəllimlər, hazırda kursumuzda kurikulumdan, eləcə də ixtisasdan onlayn dərslərimizə qeydiyyat davam edir. Əgər siz də bizlərlə hazırlaşaraq yüksək nəticələr əldə etmək istəyirsinizsə, o zaman 055 314 22 98 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimizə qoşula bilərsiniz. İndi isə başlayaq müəllimlər sualların izahına. Sual 1. Doğru fikri müəyyən edin. Zərflik və təyin haqqında sual işarəsi ortada qoyduğu üçün ortaq fikri tapmalıyıq. Fe'li bağlama tərkibi ilə ifadə oluna bilir. Bu zərflik haqqındadır, təyin haqqında deyil. İsmi xəbərə aid olaraq cümlədə hökm və ya hərəkət bildirir. Cümlədə hökm və ya hərəkət bildirmək xəbərə aid olur, zərflik və təyinə deyil. Necə, nə cür, hansı suallarına cavab verə bilir? Bu təyin haqqındadır, zərfliyə aid deyil. Baş üzvlərlə bağlı məlumatları genişləndirir. Bəli, həm zərflik, həm təyin ikinci dərəcəli üzvdür. Baş üzvlərlə bağlı məlumatları genişləndirir. Elə hər ikisi haqqında doğru olan ortaq fikir D variantında olur. Yeni evə köçənlərlə bugün görüşdük cümləsində işlənib. Görüşdük, nə vaxt, nə zaman, bugün. Kimlə? Yeni evə köçənlərlə. Burada tamamlıq, zərflik və eyni zamanda xəbər işlənibdir. Təyin işlənmədiyi üçün hər ikisi işlənməyibdir. Yəni, ortaq olaraq götürmürük. Yəni, burada zərflik var, lakin təyin yoxdur, ortaq götürə bilmərik. Növbəti sual, ikinci sual. Cümlələrin birində fe'li sifət tərkibi təyin kimi işlənibdir. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəlmir. Nə edib? Dönüb. Nə? Məstan. Nəyə dönüb? Ahuya. Hansı ahuya? Qaçan. Burada təyin var. Eyni zamanda fe'li sifət tərkibi ilə yox, fe'li sifətlə ifadə olunur. Bizdən isə tərkib soruşduğu üçün anı götürmürük. Kürün sahilindəki çaylardan xır daşıdıqlarını indi də unutmamışdı. Unutmamışdı. Nəyi? Kürün sahilindəki çaylardan xır daşıdıqlarını. Nə vaxt, nə zaman, indi. Burada isə ümumiyyətlə təyin yoxdur. Fe'li sifət tərkibi ifadə olunub tamamlıqla. Onun kim olduğunu heç kim bilmirdi. Bilmirdi. Kim? Heç kim. Nəyi? Onun kim olduğunu. Burada da fe'li sifət tərkibi ifadə olunub tamamlıqla. Gözlərinin kiçilib yaşardığını gördü. Gördü. Nəyi gördü? Gözlərinin kiçilərək yaşardığını. Burada isə fe'li sifət tərkibi tamamlıqdır. Nizami Gəncəvinin yazdığı əsərlər bir neçə dildə tərcümə olunub. Tərcümə olunub nə əsərlər? Hansı əsərlər? Nizami Gəncəvinin yazdığı. Burada isə təyin fe'li sifət tərkibi ilə ifadə olunduğu üçün doğru cavab olur E variantında. Daha sonra sual 3. Gecikdiyi üçün gəlməyənlərə direktor ətraflı şəkildə izahat yazmağı tapşırdı cümləsi ilə bağlı yanlış fikirdir. Quruluşca düzəltmə olan sifət müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi deyil. Gəlin əvvəlcə cümləni təhlil edək. Nə etdi? Tapşırıldı. Nə tapşırıldı? Deməli, gecikdiyi üçün gəlməyənlərə direktor ətraflı şəkildə izahat yazmağı tapşırdı. Nə etdi? Tapşırdı. Kim tapşırdı? Direktor. Direktor, deməli, kimə tapşırdı? Gecikdiyi üçün gəlməyənlərə. Bu olur tamamlıq. Nəyi tapşırdı? Ətraflı şəkildə izahat yazmağı. Bu isə olur tamamlıq. İndi isə baxaq. Quruluşca düzəltmə olan sifət müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi deyil. Quruluşca düzəltmə olan sifət ətraflıdır və müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi deyil. Bəli, fe'li sifət tərkibindədir. Bu doğrudur. Bizdən isə yanlışı soruşur. Tamamlıq qeyri-müəyyən təsiri halda olan isimlə ifadə olunmayıbdır. Bəli, tamamlıq fe'li sifət məsdər tərkibi ilə ifadə olunubdur. Yazmağı. Yəni, eyni zamanda digərində isə fe'li sifət tərkibi ilə ifadə olunubdur. Təsir hallı isimlə ifadə olunmayı fikri doğrudur. Səbəb zərfliyi işlənməyən nümunədə səbəb məzmunu mövcuddur. Bəli, burada gecikdiyi üçün səbəb məzmunu daşıyır, lakin səbəb zərfliyi deyil, çünki fe'li sifətin tərkibinə daxil olub tamamlıq yaradıb. Tamamlıqlardan biri fe'li sifət ilə, biri isə məsdər tərkibi ilə ifadə olunub. Burada tamamlıqlardan biri fe'li sifət ilə fikri yanlışdır, çünki biri fe'li sifət tərkibi ilə, digər isə məsdər tərkibi ilə ifadə olunub. Burada fe'li sifət yazıldığı üçün yanlışdır, tərkib sözü yazılmalıydı. Yanlış olan olur D-də. Cümlədə zərflik işlənməyib, lakin zərflik sintaktik əlaqəyə girməyən baş üzvü işlənib. Zərfliklə sintaktik əlaqəyə girməyən. Cümlədə zərflik işlənməyib, doğrudur. Təhlilə baxsaq görərik ki, zərflik yoxdur. Zərfliklə sintaktik əlaqəyə girməyən də mübtədədir. Deməli, girməyən baş üzvü işlənib, bəli, mübtədədə işlənib. Bu fikir də doğrudur. Yəni, sintaktik əlaqəyə girməyən zərfliklə mübtədədir ki, mübtədə də cümlədə direktor, yəni mübtədə var. Doğru cavab oldu D variantı. Növbəti suala baxırıq. Sual 4.
Saf arzular, saf əməllər, təmiz diləklər yaranmışdır məhəbbətin ilk mənasından. Nümunənin təhlilinə aid olan fikri seçin, yəni doğru cavabı götürməliyik burada, doğrunu tapırıq. Nümunədə 4 təyin işlənib, cümləni təhlil edək. Yaranmışdır, nədən, məhəbbətin ilk misrasında, nə diləklər, nə əməllər, nə arzular, hansı diləklər təmiz, hansı əməllər saf, hansı arzular saf. Nümunədə 4 təyin işlənibdimi? Saf, saf, təmiz. Xeyr, 4 yox, 3 təyin işlənib. Bu fikir səhvdir. İkinci misrada xəbərlə mübtədənin yerləri dəyişib. İkinci misrada xəbərlə tamamlığın yeri dəyişibdir. Mübtədə yoxdur. Tamamlıq isim birləşmə ilə ifadə olunub. Məhəbbətin mənasından bəli, doğrudur. İsim birləşmə iləndir. Birinci misrada tamamlıq işlənməyib. Təyinlər tabi-silik əlaqəsindədir. Tamamlıq işlənməyib düzdür, lakin təyinlər orada tabi-silik əlaqəsində deyil. Orada mübtədələr tabi-silik əlaqəsindədir. Bu da yanlışdır. Təyinlər sifətlə ifadə olunub. Baş üzvlər arasında kəmiyyət cüzlaşma əlaqəsi gözlənilir. Saf, saf, təmiz, bəli, təyinlər sifətlə ifadə olunubdur. Lakin baş üzvlər arasında kəmiyyətcə uzlaşma əlaqəsi gözlənilib deyir. Əməllər, arzular, diləklər cəmdədir. Xəbər isə təkdədir. Uzlaşma əlaqəsi pozulubdur, gözlənilməyibdir. Bu da yanlış olduğu üçün doğru cavab olur C variantında. Sual 5. Bir yorğun pəri var, biraz uyusun, uyusun dağların maralı Göygöl. Nümunə ilə bağlı doğrunu tapmalıyıq. Təyinlərin ifadə vasitəsi eynidir. Əvvəlcə təhlil edək. Uyusun, nə? Göygöl, hansı Göygöl? Dağların maralı. Nə üçün uyusun? Nə qədər? Biraz. Var, nə? Pəri, hansı pəri? Yorğun. Təyinlərin ifadə vasitəsi eynidir. Yorğun sifətlə ifadə olunubdur. Dağların maralı isə söz birləşməsi ilə ifadə olunubdur. Eyni deyil. Birinci misrada tərzi hərəkət zərfliyi xeyr, kəmiyyət zərfliyi var. Bu da doğru deyil. Daha sonra C variantına baxırıq. Fərqləndirilən söz sintaktik əlaqədə asılı tərəfdir. Fərqləndirilən söz pəri sözüdür və pəri mübtədədir. Necə asılı tərəf ola bilər? Mübtədə hər zaman əsas tərəfdir. C variantı olur yanlış variant. C-nin yanlışdır. D-də təyinlərdən biri quruluşca düzəltmədir. Ümumiyyətlə, düzəltmə cümlə üzvü yoxdur. Nə mübtədə, nə tamamlıq, nə zərflik, nə təyin quruluşca düzəltmə olur. Desəydi ki, təyinlərdən birinin ifadə vasitəsi quruluşca düzəltmədir, o zaman götürərdik. Yəni, ifadə vasitəsi ilə cümlə üzvünün quruluşunu qarışdırmayın. Cümlə üzvü quruluşca ya sadə, ya mürəkkəb olur. Düzəltmə cümlə üzvü yoxdur. Ona görə bu fikir yanlışdır. Həm ismi, həm feili xəbər işlənibdir. Orada var ismi xəbər idi. Predikativ sözlə ifadə olunan ismi xəbərdir. Var. Uyusun isə feili xəbərdir. Doğrudur. Elə doğru cavab Y-dədir. Çünki həm ismi, həm də feili xəbər olan cavab olur E-də. Sual 6. Hansı cümlədə zərfdən düzələn söz təyin vəzifəsindədir? Sabah sənin dünənki nəticən açıqlanacaq. Açıqlanacaq. Nə açıqlanacaq? Nəticən. Hansı nəticən? Daha doğrusu açıqlanacaq nə? Sənin nəticən. Üçüncü nöqtənin söz birləşməsi olduğu üçün parçalamadan birlikdə mübtədə gedir. Nə vaxt, nə zaman? Sabah. Burada düzdür, zərfdən düzələn sifət var, lakin tərkibin içində getdiyi üçün təyin funksiyasında deyil. Birlikdə mübtədənin tərkibində olduğu üçün təyin yoxdur burada. B-də aşağıdakı yolla gələnlər burada görünürdü. Görünürdü. Haradan? Buradan. Kim? Aşağıdakı yolla gələnlər. Burada da aşağıdakı zərfdən düzəlmiş sifət olsa da təyin deyil, tərkibin içinə daxil olubdur. Cəmilə bayaqki əşyalarını qaytardı. Qaytardı kim? Cəmilə nəyi əşyalarını? Hansı əşyalarını bayaqki? Burada bayaq zərfindən bayaqki sifəti düzəlibdir və təyin rolundadır. Elə istənilən cavab da C variantındadır. Elçinin sabahki işi təxirə düşdü. Təxirə düşdü. Nə? Elçinin işi 3-cü növün tərkibində olduğu üçün burada təyin yoxdur. Dünənki yenidən gələcək. Gələcək. Nə vaxt, nə zaman yenidən? Nə? Dünənki. Burada isə dünənki sifətdir. Sadəcə isimləşib təyin funksiyasında deyil. Növbəti sual 7. Səhər açılanda Bakı şəhərini gəzəcəyik. Gəzəcəyik. Haranı? Bakı şəhərini. Nə vaxt, nə zaman? Səhər açılanda. Deməli, cümlənin təhlilinə aid olan doğru fikri soruşur bizdən. İsimlərdən biri hara sualına cavab verir. Bakı burada hara sualına yox, nə sualına cavab verir. Çünki qeyri-müəyyən yerlik haldadır. Bu səhvdir. Nümunədə zaman və yer zərfliyi işlənmişdir. Nə vaxt, nə zaman? Səhər açılanda, amma yer zərfliyi yoxdur, zaman zərfliyi var. Fe'li bağlama tərkibi ilə asal tərəfində zərf var. Xeyr, burada səhər isimdir, zərf deyil. Yəni, səhər nə sualına cavab verirsə, isim, nə vaxt, nə zaman sualına cavab verirsə, zərf olur. Buradakı nə vaxt, nə zaman sualına yox, səhər açılanda birlikdə nə vaxt, nə zaman sualına cavab verir. Çünki orada anda fe'li bağlama şəkilçisidir. Onun tələbinə uyğun olaraq həmin sual verilmiş olur. Yəni, orada səhər zərf deyil. Cümlədə 3 isim işlənib. Səhər, Bakı, şəhər. Bəli, 3 isim işlənib. Heç biri müstəqil şəkildə cümlə rolunda deyil. Doğrudur. Hər ikisi tərkib daxilində. Daha doğrusu hər üçü tərkib daxilindədir.
Biri fe'li bağlama, digəri isə ismi birləşmənin tərkibindədir. Ona görə doğru cavab D-dədir. Adlı kalda olan söz uzlaşma əlaqəsinin asıl tərəfidir. Səhər adlı kaldadır. Uzlaşma əlaqəsinin asıl tərəfidir. Xeyr, uzlaşma əlaqəsi deyil. Onlar arasında uzlaşma əlaqəsi yoxdur. Uzlaşma əlaqəsi ikinci, üçüncü nöqtəli söz birləşməsi arasında əsasən olur. Bir də mübtədə xəbər arasında. Növbəti 8-ci sual. Hansı cümlədə təsiri kalda olan isim müstəqil şəkildə cümlə üzvüdür? Təsiri kalda olan isim müstəqil cümləsi olmalıdır. Axşam bu kitabları ondan götürəndə gecidi. Gecidi. Nə vaxt, nə zaman? Bu kitabları ondan götürəndə. Baxın, burada kitabları təsiri kalda olsa da, götürəndə andan fe'li bağlama tərkibidir. Tərkibin içinə daxil olduğu üçün burada müstəqil şəkildə cümləsi deyil. Onun dərsi belə oxuması məni təəccübləndirirdi. Burada təsiri kalda olan söz mənidir. Məni də əvəzlikdir. Bizdən isim istəyirdi. Ona görə bu da olmur. Biz gərək bugünü hər il yenidən qeyd edək. Qeyd edək, nə vaxt, nə zaman yenidən. Hər il, nə vaxt, nə zaman, nəyi, günü, hansı günü, bugünü, kim biz. Burada günü təsiri kalda olan isimdir və tamamlıq funksiyasındadır. Müstəqil cümlə üzvüdür. Ona görə cavab C-dir. Kəndə gələndə yaralını da xəstəxanaya apardılar. Burada təsiri kalda olan söz yaralınıdır, lakin bu sifət olduğu üçün düzgün deyil. Biz onun hörmətini saxlayanda sən haradaydın? Haradaydın kimsən? Nə vaxt, nə zaman? Biz onun hörmətini saxlayanda. Burada da hörmətini təsiri kallı isim olsa da tərkibin içində daxildir, müstəqil cümləsi deyil. Doğru cavab oldu C variantında. Növbəti 9-cu sual. Hansı cümlədə məstər özünə xas olmayan sintaktik funksiya, yəni hansı cümlədə təyin rolunda çıxış edib? Ona məxsus olmayan sintaktik funksiya məhz təyin olmağıdır. Sənin dərslərini yaxşı oxumağın bizə böyük töhfədir. Nədir töhfədir? Nə? Sənin dərslərini yaxşı oxumağın. Burada sənin oxumağın üçüncü nöqtəli söz birləşməsi yaradıbdır. Mübtədə rolundadır. Eyni zamanda isim birləşmədir. Sənin kimi oxumaq arzusu onun xəyalıdır. Onun xəyalıdır. Nə onun xəyalıdır? Sənin kimi oxumaq arzusu. Burada da məstər oxumaq arzusu, ismi birləşmədir sənin kimi oxumaq arzusu və burada da məstər, yəni təyin rolunda deyil. Kitab oxumaqla əldə edilən bilik daha qalıcıdır. Qalıcıdır. Nə bilik? Hansı bilik? Kitab oxumaqla əldə edilən. Burada isə məstər təyin deyil. Burada fe'l sifət tərkibi təyindir. Sadəcə məstərin asıl tərəfidir. Oxumaq məstərin asıl tərəfində olduğu üçün burada məstərə xas olmayan xüsusiyyət kimi götürülmür. Çalışmaq kimi vərdiş hər adamda olmur. Olmur. Kimdə adamda? Nə vərdiş? Hansı vərdiş? Çalışmaq kimi. Baxın, elə burada D variantında çalışmaq kimi təyin rolundadır. Maq məstərdir və məstər özündən xas olmayan sintaktik funksiyanı yerinə yetirdiyi üçün cavab olur D. Təhsilini davam etdirmək arzusu onu bura gətiribdir. Onu bura gətirən nədir? Təhsilini davam etdirmək arzusu. Burada isə mübtədə rolundadır və isim birləşmə rolunda çıxış etmiş olur. Cavab olur D variantı. Sual 10. Hansı variantda cümlədə işlənmə yeri sabit olan, ancaq öz yerində işlənməmiş nümunə işlənibdir? İşlənmə yeri sabit olan dedikdə, əsasən xəbərin yeri sabit olur ki, cümlənin sonunda işlənir. Eyni zamanda qeyri-müəyyən təsirli kaldan söhbət gedir ki, qeyri-müəyyən təsirli kal cümlədə xəbərin yanında gəlir və onun yeri sabitdir. Təsirli yox, qeyri-müəyyən təsirli kal. Baxaq variantlarda nə verilibdir? Tünd qara rəngli yun parçadan şalvar geyinmişdi. Geyinmişdi. Nəyi şalvarı? Burada şalvar qeyri-müəyyən təsirli kaldadır və yerində də qalıbdır. Yəni qeyri-müəyyən təsirli kallı söz elə tamamlığın yanında. Daha doğrusu xəbərin yanında işlənibdir. Burada öz yerində işlənməmişdir, işlənibdir. Kolxozun geri qalması bizim üçün də yaxşı deyil. Yaxşı deyil. Kim üçün? Bizim üçün. Nə? Kolxozun geri qalması. Burada nə təsiri kallı, yəni qeyri-müəyyən təsiri kallı söz yoxdur ki, xəbərdən ayrılsın. Eyni zamanda da deməli, burada nə də xəbər öz yerini dəyişməyib. Heç bir söz sıra pozulma yoxdur. Mən səni yenə sevirəm. Sevirəm. Kim mən? Kimi səni? Nə vaxt, nə zaman yenə? Burada da yenə nə qeyri-müəyyən təsiri kallı söz yoxdur ki, xəbərdən ayrılsın. Nə də ki, deməli, inversiya yoxdur, yəni xəbərin yerin dəyişməsi yoxdur. Dəvət üçün bir dəvətnamə də sənə yazmışam. Burada dəvətnamə yazmışam, kimə, sənə, nəyi? Dəvətnaməni. Dəvətnamə qeyri-müəyyən təsirli haldadır. Normalda gəlməlidir xəbərin yanındakı dəvət üçün dəvətnamə yazmışam. Dəvət üçün sənə dəvətnamə yazmışam. Burada dəvətnamə qeyri-müəyyən təsirli haldadır, lakin xəbərin yanına, yəni öz sabit yerindən ayrı düşüb, öz yerində işlənməyibdir. Ona görə doğru cavab D-dir. İgidlər alaçıq dikdilər. Alaçıq burada qeyri-müəyyən təsirli haldadır, xəbərin yanında işlənib, yəni öz sabit yerində qalıbdır. Doğru cavab olur D variantı. Sual 11. Hansı cümlədə qoşmalı sözlə ifadə olunmuş zərflik işlənib? Fələkdən sənin üçün bir gün uğurladım.
Deməli, qoşmalı sözlə ifadə olunmuş zərfliyi soruşur. Nə etdim? Oğurladım. Deməli, nəyi oğurladım? Günü oğurladım. Hansı günü? Bir günü. Kim üçün? Sənin üçün. Burada sənin üçün tamamlıqdır, zərflik deyil. Vahabzadə haqqında müxtəlif çıxışlar edildi. Kim haqqında? Vahabzadə haqqında. Burada da tamamlıqdır. Sənin kimi el dostunu düşmən saymaları qəbahətdir. Qəbahətdir. Nədir qəbahət olan? Deməli, sənin kimi ev dostuna düşmən saymaları, saymaqları. Əslində burada saymaları, saymaqları məzdərdir. Məsuliyyət çəkici qəbul etdiyi üçün burada qısı düşübdür. Burada da məzdər tərkibi yaradır. Hamısı birlikdə mübtədə gedir ki, burada da zərflik deyil. Onun şagirdləri müəllimləri kimi savadlı idi. Savadlı idi. Necə, nə cümlə tərzi savadlı idi? Müəllimləri kimi. Burada qoşmalı söz elə təzərgət zərflik funksiyasında da cavab olur deyə də. Bilməyən məsələ barəsində fikir bildirməsin. Fikir bildirməsin. Kim bilməyən, nə haqda, nə barədə, məsələ barəsində. Burada da tamamlıqdır. Zərflik olan cavab oldu D-də. Növbəti sual 12. Morfoloji və sintaktik sualı fərqli olan söz işlənmiş hansı cümlədə tamamlıq işlənib? Həyatdakı ən böyük məqsədi sevdiyi peşəyə sahib olmaqdır. Sahib olmaqdır. Nəyə? Peşəyə. Bir dəqiqə. Sahib olmaqdır. Nəyə? Peşəyə. Nədir? Yəni sahib olmaqdır. Nə? Məqsədi. Hansı məqsədi böyük? Hansı həyatdakı? Hansı peşəyə? Sevdiyi. Burada tamamlıq yoxdur. Tamamlıq işlənib deyir. Ona görə A-nı götürmürük. Şəhərin işıqları narın yağışa yol açırdı. Yağışa yol açırdı. Nə? Şəhərin işıqları. Hansı işıqları? Narın işıqları yol açırdı. Nəyə? Yağışa. Burada tamamlıq var. Lakin morfoloji və sintaktik sualı fərqli olan sözü yoxdur. Çünki burada narın sifətdir. Elə sifətin də sualına cavab verir. Morfoloji sualı dəyişməyibdir. Yol uzunu Mehmanın beynində müxtəlif fikirlər canlandı. Nə canlandı? Fikirlər. Hansı fikirlər müxtəlif? Nədə? Mehmanın beynində. Deməli, nə vaxt, nə zaman Mehmanın beynində müxtəlif fikirlər canlandı? Elə yol uzunu. Burada da deməli tamamlıq var, lakin morfoloji və sintaktik sualı fərqli olan söz yoxdur. Çünki müxtəlif hansı sualına cavab verib, elə həm morfoloji, həm də sintaktik sual sifətdir. Fikirlər də həm yəni morfoloji cəhətdən sifətdir. Sintaktik sualda elə sifətin sualına cavab verir. Fikirlər də onun kimi. Morfoloji və sintaktik sualı fərqlənən söz yoxdur. Günəş şüaları daş qayalıqların yolunu göstərir. Günəş şüaları daş qayalıqların yolunu göstərir. Nə edir? Göstərir. Nə? Günəş. Nə? Günəş şüaları, günəşin şüaları. Nəyi? Qayalıqların yolunu. Hansı qayalıqların daş? Burada tamamlıq varmı? Var. Morfoloji və sintaktik sualı fərqli olan söz varmı? O da var. Çünki daş sözü burada hansı sualına cavab verdi? Təyin oldu. Amma morfoloji sualı nə sualıdır? Yəni isimdir, lakin burada sifətləşibdir. Elə istənilən cavab deyildir. O çoxdan onun ruhunu sahiblənmişdi. Nə etmişdi? Sahiblənmişdi. Kim o? Nəyi onun ruhuna? Ruhuna sahib, ruhuna. Nə vaxt, nə zaman? Çoxdan. Burada zərflik var, lakin yenə də morfoloji sintaktik sualı fərqlənən söz yoxdur. Növbəti 13. İsmi birləşmə ilə ifadə olunmuş təyinləri seçin. Mənim yazdığım Zəfər dastanı gələcək nəsillərə bir örnek olsun. Örnek olsun nə? Zəfər dastanı. Hansı Zəfər dastanı? Mənim yazdığım. Burada ismi birləşmə, mənim yazdığım isim birləşmə sayılmır. Çünki feili birləşmədir. Baxmayaraq ki, təyindir. Feili birləşmə olduğu üçün bir deyil. Sənin sözlərindəki məna bizə zövq verir. Zövq verir kimə? Bizə. Nə məna? Hansı məna? Sənin sözlərindəki. Burada sənin sözlərindəki təyindir və eyni zamanda isim birləşmənin ifadə olunur. Ona görə cavabım 1-2-dir. Nizaminin yazdığı xəmsə bütün dünyada məşhurdur. Məşhurdur nə xəmsə? Hansı xəmsə? Nizaminin yazdığı. Burada da təyin rolunda olan feili sifət, plus mənsubiyyət, feil sifət tərkibidir. Yəni isim birləşmə yox, feili birləşmədir. Layihənin rəhbəri Ziya bəy iclası açıq elan etdi. Elan etdi. Necə cümlə tərzi açıq? Nəyi iclası? Kim? Zahir Ziya bəy. Hansı Ziya bəy? Layihənin rəhbəri. Bu da isim birləşmədir və təyinlə ifadə olunur. Biri də 4-dür. Məktəb direktoru Əli müəllim gələndə gedəcəyik. Gedəcəyik. Kim? Biz. Biz mübtədəsi yoxdur. Nə vaxt, nə zaman? Məktəb direktoru Əli bəy gələndə. Bu da tərkib yaradıb. Burada təyin yoxdur. Cavab olur 2-4 A variantı. Hansı fikirlər doğrudur? Təyin bütün cümlə üzvlərini təyin edə bilir. Biz deməli doğru fikirlər tapmalıyıq. Birinci fikirdəki təyin bütün cümlə üzvlərini təyin edə bilir. Bəli, mübtədəni də, xəbəri də, yəni təbii ki, ismi xəbər gəldikdə önündə təyin gələcəkdir. Eləcə də tamamlığı, hətta təyin özünü də təyin edə bilir. Ona görə bu fikir doğru fikirdir.
Daha sonra təyin sadə cəsmə mürəkkəb sözlərlə ifadə oluna bilər. Doğrudur. Amma desək ki, təyin ifadə vasitəsi sadə cəsmə mürəkkəb olur, yanlışdır. Sadəcə, daha doğrusu təyin sadə cəsmə mürəkkəb olur fikri yanlışdır. Təyinin ifadə vasitəsi, yəni ifadə etdiyi sözlər burada qeyd olunduğu kimi sözlərlə ifadə oluna bilər deyir sadə cəsmə mürəkkəb. Bu doğrudur. Təyin ifadə etdiyi cümlə üzünü sintaktik əlaqədə özünə tabe edir. Təyin etdiyi cümlə üzünü. Təyin həm deməli mübtədə ilə eyni zamanda təyinlə də sintaktik əlaqəyə girə bilər. Amma bu zaman yanaşma əlaqəsində olduğu üçün özünə tabedir yox, asılı olur, ona tabe olur. Bu fikir səhvdir. Fe'li birləşmənin əvvəlindəki təyin edici söz müstəqil şəkildə cümlə üzvü olur. Xeyr. Fe'l sifət fe'li bağlı məzdərin önündə təyin edici söz müstəqil yox, tərkibə qoşulmuş olur. İsmi birləşmənin əvvəlindəki təyin edici söz müstəqil şəkildə cümlə üzvü olur. Fikir isə doğrudur. Fe'li birləşmədə yox, isim birləşmədə müstəqil olur. Doğru olanlar 1, 2, 5 olur D variantında. Sual 15. Hansı cümlələrdə zaman zərfliyi işlənmişdir? Deməli, dünən gələnləri yaxşı qarşılayın ki, inciməsinlər, qarşılayın, necə tərzdə yaxşı, kimi, dünən gələnləri. Burada zaman zərfliyi yoxdur. Günəş öz yerindən çıxan kimi işıq saçdı, nə vaxt, nə zaman? Yəni, günəş nə vaxt, nə zaman öz yerindən çıxan kimi. Burada zaman zərfliyi var, zaman məzmunu var, 1-2-dir. Küçə ilə getdiyim yerdə yuxum gəlirdi. Nə vaxt, nə zaman? Küçə ilə getdiyim yerdə. Burada da zərflik var. Nə vaxt, nə zaman? Küçə ilə getdiyim yerdə. Bizi irəlidə xeyli uğurlu günlər gözləyir. Gözləyir nə günlər? Hansı günlər uğurlu? Nə qədər uğurlu? Xeyli. Harada yox, daha doğrusu nə vaxt, nə zaman? İrəlidə. Burada irəlidə əslində yer zərfidir. Lakin zaman məzmunu yaradır. Yəni qabaqda, gələcək zamanlarda. Yəni biz 5 addım atan kimi orada bizi uğurlu gün gözləmir ki. Ona görə də irəlidə, qabaqda, yəni bu mənada zaman məzmunu ifadə edir. Orada zaman zərfliyi hesab olunur. Ona görə 4 də cavabdır. İrəlidə gedəndə dünənki xəbərlərin hamısı var idi. Baxın, amma burada irəlidə sözü artıq zaman məzmunu ifadə etmir. Və buradakı artıq irəlidə, yəni qabaqda mənasındadır. Yer zərfi məzmununu ifadə edir. Ona görə 5-də zaman zərfliyi yoxdur. Və doğru cavab olur 2, 3, 4, yəni A variantında. Eyni zamanda burada gedəndə sözü çaşdırmasın. İrəlidə gedəndə dünənki xəbərlərin hamısı var idi cümləsində. Burada andayanda fe'li bağlamanın şəkilçisi deyil. İrəlidə gedən adamda, kimdə, yəni sualına cavab verir. Və burada fe'li sifətin şəkilçisi üstəgələ çıxışı qarşı şəkilçisidir ki, isimləşmiş fe'li sifət. Yəni bu fe'li bağlama deyil. Buna nə vaxt, nə zaman sualını verə bilmirsiniz. Daha sonra sual 16. Zənci bunu deməsə də arzusunu mən duyuram. Xəyalımdan keçənləri gözlərindən oxuyuram. Nümunəyə əsasən uyğun fikirləri müəyyən edin. Doğrudan doğrunu, yanlışdansa yanlışı götürməliyik. Doğrudan doğru, yanlışdan yanlış. Əvvəlcə cümləni təhlil edək. Zənci bunu deməsə də, zənci nəyi, bunu, duyuram, kim, mən, nəyi, arzusunu, xəyalından keçənləri gözlərindən oxuyuram, nəyi, xəyalından keçənləri. Tamamlığın ifadə vasitələri fərqlidir. Baxaq, tamamlığın ifadə vasitələri arzusunu, bəli, orada isimlə ifadə olunubdur. Xəyalından keçənləri isə, deməli, xəyalından keçənləri, bu isə isimlə ifadə olunmayıbdır. Tamamlığın ifadə vasitələri fərqlidir. Bu doğrudur. Daha sonra ikinci misrada 2 tamamlıq işlənib. Xeyr, 2 tamamlıq yox, 1 tamamlıq işlənib. Yanlışdır. Tamamlıqlardan biri ismi əvəz edən əvəzliklə ifadə olunubdur. Tamamlıqlardan biri ismi əvəz edən əvəzliklə. İsmi əvəz edən əvəzlik orada məndir. Bunudur. Deməsə bunu. Bəli, orada bunu ismi əvəz edən əvəzliklə və tamamlıqla ifadə olunub. Bu doğrudur. Fe'li sifət tərkibi də tamamlıq kimi çıxış edir. Bu yanlışdır. Çünki xəyalından keçmək frazoloji birləşmədir xəyalından keçəndə və o fe'li sifət tərkibi sayılmır. Ona görə bu yanlışdır. Burada ümumiyyətlə tamamlıqlar bunu, arzusunu, bir də xəyalından keçənləridir. Birincidə ifadə vasitələrinin fərqi də ondaydı ki, biri ifadə vasitəsinə görə frazoloji birləşməklə, biri əvəzliklə, digəri isə isimlə ifadə olunmuşdur. Yanlışdan yanlış 4, doğrudan doğru 1, doğru cavab olur C variantı. Sual 17. Nizami küsməyi bacarmaz, kin saxlamağı sevməzdi. Sevməzdi, nəyi, kin saxlamağı, bacarmaz, nəyi, küsməyi, kim, Nizami. Cümləsindəki tamamlıqlara aid olan fikirlər haqqında doğru fikir. Yəni biz doğru fikri tapmalıyıq. Həmcinsdir, eyni suala cavab verir. Kin saxlamağı sevməzdi, küsməyi bacarmaz. Xeyr, bunlar həmcins deyil.
Çünki bacarmaz nəyi küsməyi, sevməzdi nəyi kin saxlamağı. Ayrı-ayrı xəbərlərə aiddir. Məstərlə ifadə olunub, həmcins deyil. Bəli, həmcins deyil, eyni zamanda məstərlə ifadə olunub. Burada kin saxlamağı məstər tərkibi götürməyin. Kin saxlamaq frazoloji birləşmə olduğu üçün, yəni o tərkib sayılmır və hər ikisi məstərlə ifadə olunub, həmcins deyil. Fikri doğru fikirdir. Cavab olur B variantı. Digər variantlara baxaq. Biri məstər tərkibi, digəri isə məstərlə ifadə olunur. Dedik axı, orada məstər tərkibi yoxdur. İsmi xəbərə aid deyil, bir-birlə tabiəsiz əlaqəsindədir. Xeyr, tabiəsiz əlaqəsində deyildi. Tabi olduqları sözlərdən biri əmr şəklindədir. Baxaq, tabi olduqları sözlərdən sevməzdi, bacarmaz. Xeyr, heç biri əmr şəklində deyil. Hər ikisi feilin xəbər şəklindədir. Bu da yanlışdır. Doğru cavab oldu B variantında. Daha sonra növbəti sual, 18-ci sual. 18-də cümlələrdə Ler-Venn diaqramı əsasında müqayisə edib doğru fikirləri müəyyən etməliyik. Dünyanın ölməyən bir qanunu var. Var, nə? Dünyanın qanunu, üçüncü növdür. Bu dil əcdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Mirasdır, nə? Dil, hansı dil bu? Deməli, necə mirasdır? Qiymətli, əcdadımızın bizə qoyub getdiyi. Bu da birlikdə feil-sifət tərkibi yaradır. İndi isə müqayisə əsasında baxaq. Nümunədə təyin işlənməsə də təyin edici söz var. Deməli, ölməyən burada təyin edici sözdür, ölməyən qanun. Eyni zamanda təyin yoxdur. İkincidə isə təyin var. Ona görə bu yalnız birinci cümlə haqqında doğrudur. Təyin feil sifətlə ifadə olunubdur. Birinci cümlədə dedik axı təyin yoxdur. Necə feil sifətlə ifadə olunsun? 2 səhvdir. İsmi xəbərli cümlədir. Deməli, miras var, bəli, ismi xəbərlidir. Xəbər hökm bildirir. İsmi xəbər olduğu üçün hökm bildirir. Bu da hər ikisi haqqında doğrudur. Mürəkkəb təyin işlənən cümlədə zərflik yoxdur. Mürəkkəb təyin işlənən cümlədə, baxaq, hər ikisində təyin yox idi axı. Necə mürəkkəb təyin işlənsin ki? İkincidə var, amma birincidə yoxdur. Ona görə ortaq ola bilməz. 4-ü götürmürük. Nümunədə 3 təyin işlənib. Bu, əcdadımızın bizə qoyub getdiyi qiymətli, doğrudur. 3 təyin işlənib. İfadə vasitələri fərqlidir. Bəli, biri sifət, biri isim, biri isə, daha doğrusu biri sifət, biri vəziyyə, digəri isə feil sifət tərkibidir. 5 yalnız ikinci haqqında doğrudur. Nümunələr, təyinlərdən biri sadə feilli sifətlə ifadə olunub. Xeyr, feil sifət yox, feil sifət tərkibi ilə. Bu da səhvdir. Doğru olan 1, 3, 5 olur B variantı. Sual 19. Tamamlığa aid edilə bilər, yəni tamamlıq haqqında doğru fikri götürməliyik. Mübtədə ilə sintaktik əlaqədə olur, yanlışdır. Xəbəri və təyini özünə tabidir, xeyr, onlara tabi olur, yəni xəbərə tabi olur. Şəxsi cümlədə işlənə bilmir, işlənə bilər. Adlı qalda olan sözlə ifadə olunmur. Adlı qalda olan sözlə ifadə olunan mübtədədir. Yəni adlı qalda olan sözlə ifadə olunmur fikri tamamlıq haqqında doğrudur, ondan ifadə olunmur. Sintaktik əlaqədə yalnız əsl tərəf olur. Sintaktik əlaqədə deməli tamamlıq yalnız əsl tərəf olurmu? Xəbərlə idarə əlaqəsi yaratdıqda bu zaman asıl tərəf mövqeyində çıxış edir. Deməli, lakin təyinlə sintaktik əlaqədə bu zaman idarə, daha doğrusu yanaşma əlaqəsinə görə əsas tərəf olacaqdır. Burada yalnız asıl tərəf olur fikri, yanlış fikirdir. Doğru cavab olur D variantı. Daha sonra sual 20. Klasterin boş xanalarına hansı fikirlər doldura bilər? Haranın sualına cavab verən söz cümlədə zərfli kimi çıxış edir? Xeyr, haranın sualına cavab verirsə tamamlıqdır. Tamamlığın ifadə vasitəsi ola bilər. Haranı, bəli. Haranın sualına cavab verən söz təsiri kalı sözdür. Xəbərin ifadə vasitəsinin tərkibində işlənə bilər? Bəli. Ola bilər ki, haranın sualına cavab versin, tərkib yaratsın və tərkibin içində xəbərin ifadə vasitəsi ola bilər. Bu doğrudur, amma müstəqil şəkildə yox. Qoşmalı sözlə ifadə oluna bilməsə də xəbər rolunda çıxış edə bilər. Haranın sualına cavab verən söz xəbər rolunda çıxış edə bilməz. Xəbər rolunda çıxış edən sözün tərkibində işlənə bilər, amma müstəqil olaraq xəbər ola bilməz. Ona görə 4-də yanlışdır. Doğru cavab olur 2 və 3. Sual 21. Hansı cümlələrdə təyin işlənib? Yaxşı insanları unutmaq vəfasızlıqdır. Vəfasızlıqdır. Nə? Yaxşı insanları unutmaq. Burada təyin yoxdur. Aysel həmişə maraqlı kitablar oxumaq istəyibdi. Nə edib? Oxumaq istəyib. Kim? Aysel. Nəyi? Kitabları. Hansı kitabları maraqlı? Bəli, burada maraqlı təyindir. Ona görə 1-2-dir. Məktəbin tədbirində onlar gözəl danışdılar. Danışdılar. Necə? Cümlə tərzi də gözəl. Kim? Onlar. Harada? Məktəbin, daha doğrusu nədə? Məktəbin tədbirində. Burada da təyin yoxdur. Ora vətən torpağının parçası kimi təbiətə yaraşır. Yaraşır. Hara? Ora. Nəyə yaraşır? Təbiətə.
Daha sonra vətən torpağının parçası kimi. Burada isə deməli olacaqdır zərflik. Necə nə tərzdə yaraşır? Vətən torpağının parçası kimi. Biz kəndə kursun müdiri Anar müəllim Bu kəndə kursun müdiri Anar müəllim gəlmişdi. Gəlmişdi. Kim? Anar müəllim. Hansı Anar müəllim? Kursun müdiri. Hara? Kəndə. Hansı kəndə bu? Yəni burada təyin var. Cavab olacaq 2-5 D variantı. Sual 22. Cümlələrin birinci təyin işlənib. Bizim tərəflər bu vaxtlarda soyuq olardı. Soyuq olardı. Hara? Bizim tərəflər. Nə vaxt, nə zaman? Bu vaxtlarda. Burada təyin yoxdur. Yəni soyuq olardı. Nə vaxt, nə zaman? Bu vaxtlarda. Hara? Bizim tərəflər. Sizin zamanlarda burada müharibələr çox olub. Çox olub nə müharibələr? Harada? Burada. Nə vaxt, nə zaman? Sizin zamanlarda. Bizim şagirdlərimiz hazırlığa gec başlayıblar. Başlayıblar nə zaman? Gec. Nəyə? Hazırlığa. Kim? Bizim şagirdlərimiz. Sizin torpaqlar artıq azad olub. Azad olub. Nə? Torpaqlar. Hansı torpaqlar sizin? Təyin işlən cavab deyildir. Sizin uşaqlar bura gələndə onları gördüm. Gördüm kimi onları nə vaxt, nə zaman? Sizin uşaqlar bura gələndə. Bu da tərkib yaradıb. Doğru cavab oldu D variantında. Növbəti suala keçək. Sual 30, daha doğrusu 23. Yaz səhəri sevinclə açılan fəsildir cümləsinin təhlilinə aid olan fikri müəyyən edin. Əvvəlcə cümləni təhlil edək. Fəsildir, nə? Yaz. Hansı fəsildir? Səhəri sevinclə açılan. Təhlil bu şəkildədir. Fərqləndirilən hissə isim birləşmədir. Xeyr, isim birləşmə deyil. Yəni yaz səhəri orada ikinci nöqtənin söz birləşməsi deyil. Çünki yaz fəsildir, yaz səhəri fəsildir deyə bilmirik. Nümunədə 3 fərqli söz birləşməsi işlənibdir. 3 yox, 2. Yəni 2 yox, daha doğrusu 1 söz birləşməsi var. Səhəri sevinclə açılan. Burada yəni 3 fərqli söz birləşməsi işlənməyibdir. Zərflik düzəltmə zərflə ifadə olunubdur. Zərflik, cümlədə zərflik yoxdur. Mübtədə isim birləşmə ilə ifadə olunmayıb. Bəli, burada mübtədə yazdı və isim birləşmə yox, isimlə ifadə olunub. Cavab deyildi. İsimlər ardıcıl olaraq yəlik, xeyr, yaz adlı qaldadır. Yəlik halda olmaq üçün ardıcılığı Y-də pozulur. Doğru cavab olur D variantında. Növbəti sual 24-cü sual. Hansı cümlədə təzərkət zərfliyi hərəkətə aid olub bənzətmə bildirir? Yel kimi keçərkən maşınlara da toza bürüdük. Bürüdük nəyə? Toza. Nəyi? Maşınları. Nə vaxt, nə zaman? Yel kimi keçərkən maşınları da toza bürüdük. Necənci, nə tərzdə? Maşınları toza bürüdük. Yel kimi keçərkən. Burada deməli təzərkət zərfliyi hərəkətə aid olub bənzətmə bildirir. Burada bənzətmə yoxdur. O qədər işləmişdi. Nə qədər? O qədər. Öküz kimi yorğun idi. Necənci, nə tərzdə? Öküz kimi. Burada təzərkət zərfliyi var, amma hərəkətə yox. Burada əlamətə aid olduğu üçün B deyil. Biz də səhərə qədər yazıları qiymətləndirirdik. Nəyi? Yazıları. Kim? Biz. Nə vaxt, nə zaman? Səhərə qədər. Burada zamandır. Cəmil balaca uşaq kimi küsəyəndir. Necədir küsəyəndir? Kim? Cəmil. Deməli, uşaq kimi. Burada uşaq kimi necənci, nə tərzdə? Təzərkət zərfliyi olsa da, burada uşaq kimi təzərkət zərfliyi bənzətmə, deməli, hərəkətə aid olmur. Küsəyən sifət olduğu üçün əlamətə aiddir. Sən bir günəş kimi mənə baxdın. Baxdın kimə? Mənə. Necənci, nə tərzdə baxdın? Günəş kimi. Burada günəş kimi təzərkət zərfliyidir və hərəkətə aid oldu. Buna görə doğru cavab olur elə E variantında. Daha sonra sual 25. Hansı qoşmalı nümunə cümlə üzvü baxımından digərlərindən fərqlənir? Yəni, biri digərindən fərqlənəcəkdir. Sən bunları oxumaq üçün almalısan, kimsən? Deməli, nə üçün, nə məqsədə oxumaq üçün? Burada maq plus üçün var, məqsəd zərfliyidir. Biz yazdıqlarınıza görə bura gəldik. Deməli, burada da yazdıqlarınıza görə gəldik. Nə üçün, nə səbəbə gəldik? Yazdıqlarınıza görə səbəb zərfliyi var. Köynək üçün yeni açılan mağazaya getdik. Nə üçün, nə səbəbə getdik? Köynək üçün, yəni köynək almaq üçün getdik. Burada da səbəb zərfliyi var. Dostum üçün yeni kitab aldım. Nə etdim, aldım? Nəyi kitabı? Hansı kitabı yeni? Kim üçün? Dostum üçün. Burada qoşma, yəni üçün qoşması. Ümumiyyətlə qoşma, burada zərflik yox, tamamlıq funksiyasındadır. Yəni tamamlığı cümlə üzvünə görə tamamlığın sualına cavab verir dostum üçün. Birlikdə tamamlıq olur, zərflik yoxdur. Əli telefon üçün şirkətə getdi. Nə üçün, nə səbəbə şirkətə getdi? Telefon üçün. Burada da yenə səbəb zərfliyi var. Fərqlənən cümlə D variantındadır, çünki orada qoşmalı söz, deməli, zərflik yox olacaqdır, tamamlıq. Sual 26. Hansı cümlədə təyin işlənibdir? Yeni dərslikləri oxuyanda təəccübləndi. Təəccübləndi nə vaxt, nə zaman? Yeni dərslikləri oxuyanda. Kənddə qaldığı vaxtlarda bu qəzetdən alardı.
deməli, nədən? Bu qəzetlərdən. Nə vaxt, nə zaman? Kənddə qaldığı vaxtlarda. Dünən həmin məktəbin direktoruna qonaq olduq. Qonaq olduq kimə? Məktəbin direktoruna. Hansı direktora? Həmin. Hansı məktəbin həmin? Nə vaxt, nə zaman? Dünən. Hər yerdə yayılan fikirləri səsləndirəndə yayım dayandırıldı. Dayandırıldı yayım. Nə vaxt, nə zaman? Hər yerdə yayılan fikirləri səsləndirəndə. Balaca oğlunun oxuduqları onu həyəcanlandırırdı. Həyəcanlandırdı kimi onu nə? Balaca oğlunun oxuduqları. Deməli, burada təyin olan cavab Y-də yoxdur, D-də yoxdur. B-də həmin sözü təyinli cavab olur. C, daha doğrusu C-də. B-də kənddə qaldığı vaxtlarda bu qəzetdən alardı. Burada bu təyin deyil. Çünki siz orada bunu cümlədən çıxara bilmirsiniz. Yəni təyin o zaman olar ki, təyini cümlədən silə bilərsiniz, yaxud da yəni onu cümlədə başqa nə ilə əvəz edə bilərsiniz. Baxın, kənddə qaldığı vaxtlarda qəzetdən alardı. Görürsünüz, deyə bilmirsiniz. O zaman burada biz bunu müstəqil təyin götürmürük və burada təyin yoxdur. Cavab olur C variantı. Sual 27. Hansı cümlədə altına xətt çəkilən söz mübtədə ola da bilər, olmaya da bilər? Yaralı dostumu görəndə Akif onun üzünü başqa tərəfə döndərdi. Kim Akif? Nə vaxt, nə zaman? Yaralı dostumu görəndə. Burada deməli fe'li bağlama tərkibi olacaqdır. Döndərdi. Kim? Yaralı. Yaralı deyək ki, kim mübtədə funksiyasına çıxış eləsə, döndərdi. Kim? Yaralı. Dostumu görəndə Akif. Xeyr, burada deyə bilmərik. Çünki artıq bunun mübtədəsi Akif var axı. Akif olmasa biz orada düşünə bilərdik yaralı, amma mübtədə kimi düşünə bilmərik. Daha sonra qadın həkimlə danışarkən mühafizəçi nəsə xəbər gətirmişdi. Xəbər gətirmişdi. Kim? Mühafizəçi. Burada da mübtədə mühafizəçidir. Ona görə biz qadını mübtədə kimi düşünə bilmərik. Fe'li bağlama tərkibidir. Nə vaxt, nə zaman? Qadın həkimlə danışarkən. Dostum Adəmin son ixtirasını bəyənməmişdi. Kim bəyənməmişdi? Dostum mübtədə kimi götürə bilərik. Bir də bəyənməmişdi. Kim? O. Nəyi? Adəmin son ixtirasını. Hansı Adəmin son ixtirasını? Dostum olan Adəmi. Yəni burada C variantında altına xətt çəkilmiş sözü həm təyin, həm də mübtədə kimi götürə bilərik. Ona görə cavab C-dir. Gözəl fikirlər səsləndirilmişdi. Səsləndirilmişdi. Nə fikirlər? Bunun artıq mübtədəsi fikirlər olduğu üçün gözəli mübtədə kimi götürmək olmaz. Qoca kişilərdən biri ilə gedərsən, kimsən? Bu mübtədəsi sən ola bilər. Artıq qocanı mübtədə götürə bilmərik. Yəni xəbər əsasında orada mübtədənin sualını verib, mübtədəni çıxarmaqla görürük ki, digər cümlələrdə ya bəzilərində mübtədə var, bəzilərində də mübtədə olmasa da bərpa edəcəyimiz şəxsli mübtədə ilə altına xətt çəkilmiş sözün şəxsi üst-üstə düşmür. Bir dəqiqə. Daha sonra sual 28. Cədvəldəki uyğunluğu müəyyən edin. Yəni, əgər burada fikir yanlışdırsa, orada da yanlışdırsa, üst-üstə düşmüş, doğru cavab olur. Baxaq. Qoşmalı söz mübtədə və zərflik rolunda işlənə bilər. Qoşmalı söz mübtədə və zərflik rolunda işlənə bilər. Bəli, ümumiyyətlə qoşmalı söz bütün cümlə üzvləri rolunda çıxış edə bilər. Fikir doğrudur. Burada yanlış yazıb uyğunsuzluqdur. Cümlədə təyin istənilən cümlə üzvünə, hətta özünə də aid ola bilər. Bəli, bütün cümlə üzvlərinə aid ola bilər. Yanaşma əlaqəsi ilə, hətta özünə də aid ola bilər. Doğrudur. Burada yanlış yazılıb uyğunsuzluqdur. Təsiri şallı söz tamamlıq rolunda çıxış edə bilsə də, mübtədə, təyin və xəbər rolunda çıxış edə bilməz. Deməli, təsiri şallı söz tamamlıq rolunda çıxış edə bilir, mübtədə, təyin və xəbər rolunda çıxış edə bilmir. Bu fikir doğrudur. Burada da doğru yazıldığı üçün elə uyğunluq gözlənilən C variantındadır. Mən sənin fikirlərini ürəkdən bəyənirəm cümləsində zərflik çıxışlı qallı isimlə ifadə olunubdur. Nə edirəm? Bəyənirəm. Kim? Mən. Nəyi? Sənin fikirlərini. Necə? Nə tərzdə bəyənirəm? Ürəkdən. Burada ürəkdən zərflikdir, lakin çıxışlı qallı isim deyil. Ürəkdən bəyənirəm. Necə? Nə tərzdə? Orada dan leksik şəkilci olduğu üçün fikir yanlışdır. Burada isə doğru olduğu üçün uyğunsuzluqdur. Qoşma ilə işlənən yönlü kallı isim təyin rolunda çıxış edə bilməz. Qoşma ilə işlənən yönlü kallı isim təyin rolunda çıxış edə bilməz fikri yanlışdır. Çünki qoşma yönlü kallı isimə qoşulub, orada yəni təyin sualına cavab verib təyin funksiyasına çıxış edə bilər. Burada da uyğunsuzluq gözləndiyi üçün E də olmur. Doğru cavab olur C variantında. Növbəti suala keçək. Sual 29. Deməli, klasterlə bağlı olan sualdır. Klasteri tamamlayın. Cümlənin sintaktik təhlili müxtəlif formalarda düşünülə bilər. Cümləmiz A-da və B-də verilib. O olduqca maraqlı işlər görəcək. Görəcək nəyi işləri, hansı işləri maraqlı, kim? Deməli, kim? O. Burada olduqca maraqlı. Həm ədat kimi düşünmək olar. Bu zaman təhlil olunmayacaq.
Bir də o olduqca maraqlı işlər görəcək. Olduqca, var olduqca mənasında fe'li bağlama kimi zərflikdə düşünülə bilər. Yəni iki cür düşünə bilərik. Heç Qasım belə problemlərini dilə gətirməzdi. Dilə gətirməzdi. Kim? Qasım. Nəyi? Problemlərini. Hansı problemlərini? Belə. Bir də beləni ədat kimi düşünərik. O zaman da cümlə üzünə görə belə təhlil olunmayacaq. Çünki ədat olacaq. Cümlədəki sözlərdən biri sintaktik təhlilə cəlb oluna da bilər, olunmaya da bilər. Əvvəlcə yazaq 1-ə A, 1-ə B, 2-ni tapaq. Cümlədə deməli sözlərdən biri sintaktik təhlilə cəlb oluna da bilər, olunmaya da bilər. Burada birincidə, yəni A haqqında olan cümlədə olduqca sözü sintaktik təhlilə cəlb oluna da bilər, olunmaya da bilər. B variantında da belə sözü orada sintaktik təhlilə cəlb oluna da bilər, olunmaya da bilər. Həm ədat, həm də deməli əvəzi kimi düşünə bilərik. Ona görə C-ni hər ikisinə yazırıq. Daha sonra cümlədə cümlə üzvlərinin sayını dəqiq demək olur. Cümlə üzvlərinin sayını nə birincidə, nə də ikincidə dəqiq demək olmur. Bu fikir hər ikisi haqqında yanlışdır. D-ni cavab olaraq heç birində götürə bilmərik. Elə variantdan D-ləri çıxdıqda cavabımız qalır, lakin digərlərinə baxaq. Zərfliyin olub-olmadığını dəqiq demək olmur. Zərfliyin dəqiq olub-olmadığını həm A-da, həm də B cümləsində zərfliyin olub-olmadığını dəqiq demək olmur. Çünki orada olduqca fe'li bağlama olsa zərflik olacaq. Digərində isə belə problemlərini yox. Orada belə zərflik olmur. Yox, B haqqında yox. Yalnız A haqqında götürə bilərik. Çünki B-də ümumiyyətlə beləni biz əvəzi kimi düşünsək, o zərflik olmur, axı orada təyin olur. Özündən sonra fe'l yox, isim gəlibdir. Heç cür B-də zərflik yoxdur. Ona görə zərfliyin olub-olmadığını dəqiq demək olmur. A haqqındadır. Yəni A-ya uyğun olaraq yazırıq eyni. Amma digərində zərfliyin olub-olmadığını dəqiq demək olur. Çünki orada zərflik yoxdur. Cümlədə təyin olub-olmadığını dəqiq demək olur. A-da maraqlı sözü orada əminliklə deyə bilirik ki, təyin var. Yəni yazırıq F-ə. Amma digər cümlə haqqında təyin olub-olmadığını dəqiq deyə bilmərik. Çünki orada belə ədat kimi olsa olmayacaq, lakin əvəzi kimi olsa olacaqdır. Ona görə cavab olur 1-ə A, 2-yə C, Y, F, yəni B variantı. Sual 30. Təyin olmayan hansı cümlələrdən fərqləndirilən sözü çıxarsaq cümlədə təyin işlənər? Əvvəlcə cümləni təyin edək görək hansında təyin yoxdur. Mənim indiki şagirdim olimpiyadada qalib olarkən bir çoxları təbrik edib dəstək oldular. Dəstək oldular. Kim dəstək oldu? Bir çoxları necə tərzdə təbrik edib, yəni təbrik edərək nə vaxt, nə zaman mənim indiki şagirdlərim olimpiyadada qalib olarkən. Bu zaman təyin yoxdur. Mənimi silsə yenə təyin olmayacaq. Çünki erkən burada fe'li bağlamadır. Tərkibə qoşacaq, yenə təyin olmayacaq. Yəni istənilən məqamda burada təyin yoxdur. Silməklə də təyin ola bilməz. Ona görə bir cavab olmadığı üçün A-nı, C-ni variantlardan silirik. Daha sonra 2-yə baxaq. Bu şəhərə gələnlər adətlərini də gətirmişlər. Gətirmişlər nəyə adətlərini? Kim? Bu şəhərə gələnlər. Bu zaman təyin yoxdur. Lakin gələnlər fe'l sifətini silsək, bu şəhərə adətlərini də gətirmişlər. Hansı şəhərə bu? Artıq bu orada təyin olacaqdır. Ona görə istənilən cavabın 1-2-dir. Qasım İlqarın bir neçə qoyunu tutub tövləyə salmışdı. Salmışdı nəyə, haraya tövləyə? Kim? Qasım. Deməli, necə tərzdə? İlqarın bir neçə qoyunu tutub. Bir neçə qoyunu tutaraq. Burada təyin yoxdur. İlqarını silsək, yenə də tutub fe'li bağlama olduğu üçün orada bir neçə təyin yox, yenə fe'li bağlama tərkibində olacağı üçün istənilən məqamda burada təyin olmayacaqdır. Bilir ki, onun yeni mağazasına çoxlu müştəri gəlir. Gəlir, kim gəlir? Müştəri. Nə qədər müştəri? Çoxlu. Burada isə təyin olmayan deyirdi, amma təyin olduğu üçün heç bu cümləyə baxmırıq. Çünki orada təyin olsa da var. Təyin olmayan cümləndə söhbət gedirdi. Mahir Həmidin güclü ağlına heyran qalmışdı. Heyran qalmışdı. Nəyə? Həmidin ağlına. Kim? Mahir. Hazırki vəziyyətdə təyin yoxdur. Həmidini silsək, Mahir güclü ağlına heyran qalmışdı. Heyran qalmışdı nəyə? Ağlına? Hansı ağlına? Güclü. Burada güclü artıq təyin kimi bərpa olunacağı üçün cavabın 1-də 5-dir. 2-5 olur E variantı. Sual 31. Boş xanalardan birinə yazılacaq cümləni müəyyən edin. Tamamlıq işlənməyib. Gözəllik hakimiyyəti uzun çəkməyən kraliçadır. Nədir kraliçadır? Nə? Gözəllik. Hansı kraliçadır? Hakimiyyət uzun çəkməyən. Tamamlıq işlənməyib deyir. Tamamlıq işlənməyib. Baxaq, gözəllik hakimiyyət uzun çəkməyən kraliçadır. Bəli, burada tamamlıq işlənməyibdir. Ona görə biz A-nı yaza bilərik bura.
Təyin işlənmişdi. Bəli, təyin də işlənib. A-nı burada yaza bilərik. Hər iki xanaya yazdığım üçün A olmaz. Quş ancaq öz cinsindən olan quşlarla uçar. Uçar nə? Quş. Hansı quş? Daha doğrusu nə ilə quşlarla? Hansı quşlarla? Öz cinsindən olan. Burada tamamlıq yoxdur fikri yanlışdır. Çünki tamamlıq işlənməyib, yox işlənib. B-ni yaza bilmərik bu hissəyə. Çünki tamamlıq işlənməyib, yox işlənib. Təyin varmı? Bəli, var. B-ni yaza bilərik bura. Yəni elə birini yaza bilərik. B-ni ikinci xanaya yazıb birinciyə yaza bilmədiyim üçün cavab olur B. Elə qüsurlar var ki, böyük qabiliyyətlər onun sayəsində meydana çıxır. Burada var nə? Qüsurlar. Hansı qüsurlar? Elə. Burada tamamlıq, daha doğrusu təyin işlənmişdir deyil. Bəli, təyin işlənibdir. C-ni bura yaza bilərik. Böyük qabiliyyətlər onun sayəsində meydana çıxır. Meydana çıxır. Nə qabiliyyətlər? Hansı qabiliyyətlər? Böyük qabiliyyətlər. Nə üçün, nə səbəbə? Onun sayəsində. Bəli, burada tamamlıq işlənməyibdir. Tamamlıq işlənməyibdir. C-ni burada yaza bilərik. Çünki tamamlıq yoxdur. Hər ikisini yaza biləcəyim üçün bu da deyil. Sonra avaraçılıq sənin böyük istedadını məhv edir. Məhv edir. Nəyi? Sənin böyük istedadını. Nə? Avaraçılıq. Tamamlıq işlənməyib fikri səhvdir. Çünki tamamlıq işlənibdir. Təyin işlənmişdir fikri səhvdir. Çünki təyin yoxdur. Heç birini yaza bilmərik. Xalq gərək daim kökünü xatırlasın. Xatırlasın. Nəyi kökünü? Nə vaxt, nə zaman daim? Kim? Xalq. Burada tamamlıq yoxdur. Səhvdir. Tamamlıq var. E-ni axırıncıya yaza bilmirik. Təyin işlənmişdir. Səhvdir. Təyin də yoxdur. Heç birini yaza bilmirik. Cavab olur B variantı. Sual 32. Hansı nümunədə zərfliyin növü yanlış göstərilibdir? Məktəb illərindən onunla yoldaşlıq edirdim. Yoldaşlıq edirdim. Nə vaxt, nə zaman? Məktəb illərindən. Burada zaman zərfliyi var. Burada da zaman yazdığı üçün doğrudur. Uşaq atasının dediklərini dəfələrlə təkrar edirdi. Təkrar edirdi. Nə qədər? Dəfələrlə. Dəfələrlə kəmiyyət zərfi eyni zamanda kəmiyyət zərfliyidir. Burada isə təzərkət zərfliyi yazıldığı üçün yanlışlıq elə B-dədir. Heç nəyin üstündə bizim davamız oldu. Davamız oldu. Nə üçün? Nə səbəbə davamız oldu? Heç nəyin üstündə. Səbəb səhvlidir. Düzdür. Vətən yolunda mübarizə aparmalıyıq. Vətən yolunda, vətən üçün, vətən uğrunda. Bəli, burada mübarizə aparmalıyıq. Nə üçün? Nə məqsədə? Vətən uğrunda, vətən yolunda məqsəd səhvliyi var. Bu mövzudakı fikrini öyrənənlər 5 saat gözləmişdilər. Nə qədər? 5 saat. Burada 5 saatda kəmiyyət səhvliyidir. Bu da doğrudur. Yanlış olan oldu. B variantı. Sual 33. Cədvələ əsasən doğru variantı müəyyən edin. İstənilən cümlə üzvü qoşmalı sözlə ifadə oluna bilər. Bəli, bayaq da demişdik ki, qoşma bütün cümlə üzvlərinə, yəni bütün cümlə üzvləri vəzifəsinə çıxış edə bilər. Qoşulduğu sözlə birlikdə təbii ki, müstəqil şəkildə yox. Ona görə cavabı İstənilən cümlə üzvü çoxaltma dərəcəli isimləşməyən sifətlə ifadə oluna bilər. İstənilən cümlə üzvü çoxaltma dərəcəli isimləşməyən deyil. İsimləşməyən deyilsə, ən azından tamamlıq ola bilməz. Eyni zamanda, yəni tamamlıq ola bilməz. Ona görə də istənilən cümlə üzvü çoxaltma dərəcəli isimləşməyən sifətlə ifadə oluna bilər fikri yanlışdır. Zərfliklə sintaktik əlaqəyə girir. Məsələn, mübtədə ilə zərflik sintaktik əlaqəyə girmir. İstənilən cümlə üzvü mübtədə ilə sintaktik əlaqəyə girir. Xeyr, zərflik olmur. Zaman zərfi ilə ifadə oluna bilər. İstənilən cümlə üzvü xeyr. Məsələn, təyin zaman zərfi ilə deməli, ifadə olunmaya da bilər. Ona görə istənilən cümlə üzvü haqqında yanlışdır. Növbəti 34. Neçə nümunədə bütün cümlə üzvləri sərbəst söz birləşməsi ilə ifadə olunub? Sərbəst söz birləşməsi dedikdə söhbət burada gedir. Deməli, sərbəst, yəni həqiqi mənalı birləşmələrdən, frazoloji birləşmələrdən ibarət olanı istəmir. Baxaq cümlələrə. Birinci cümlədə şəhərdə tək başına gəzmək təhlükə ilə qarşılaşmaq deməkdir. Şəhərdə tək başına gəzmək mübtədə, təhlükə ilə qarşılaşmaq deməkdir. Nə? Şəhərdə tək başına gəzmək. Burada mübtədə və xəbər var və hər ikisi sərbəst söz birləşməsi ilə ifadə olunub. Biri A-dır. Fuadın istəyi xalq idarəsinin qarşısına toplaşanda hamının ona dəstək olmasıdır. Hamının ona dəstək olmasıdır. Nə? Fuadın istəyi, nə vaxt, nə zaman? Xalq idarənin qarşısına toplaşanda. Burada da Fuadın istəyi xalq idarənin qarşısına toplaşanda hamının ona dəstək olması hamısı sərbəst söz birləşməsi olduğu üçün B-dir. Zaman sakit həyatı sevən insanların düşmənidir. İnsanların düşmənidir. Nə zaman? Burada mübtədə söz birləşməsi ilə ifadə olunmadığı üçün C gedir. Çünki bütün cümlə üzvlərini soruşurdu.
Qrupun başçısı təriqət üçün can qoyanlardandır. Təriqət üçün can qoyanlardandır. Kim? Qrupun başçısı. Burada da hər ikisi sərbəst söz birləşməsilə ifadə olunubdur. Mübtədə xəbər, bu da doğrudur. Xoşuna gəlməyən kitabın müəllifiyəm. Kitabın müəllifiyəm. Kim? Mən mübtədəsi yoxdur. Hansı kitabın? Xoşuna gəlməyən. Xoşuna gəlməyəndə frazoloji birləşmə olduğu üçün, sərbəst yox, sabit söz birləşməsi olduğu üçün eyni də götürmürük. Doğru cavablar A, B, D. Fikir say olaraq soruşurdu. 3 dənəsi olur ki, burada bütün cümlə üzvləri sərbəstlə ifadə olunub. Sual 35. Hansı fikirlər yalnız 2 cümlə üzvü üçün ortaqdır? Yəni 5 cümlə üzvündən yalnız ikisi haqqında ortaq olan soruşur. Təsiri şalı sözlə ifadə oluna bilər. Bu həm zərflik, deməli, həm tamamlıq haqqındadır. Tamamlıq təsiri şalda olan tamamlıq. Tamamlıq təsiri şalda olan sözlə ifadə oluna bilər. Deməli, tamamlıqla bir də eyni zamanda tamamlıq, bir də zərflik funksiyasında da ola bilər. Yayı kənddə keçirdim. Orada yayı təsiri şalı sözdür, amma zərflikdir cümlə üzvünə görə. Daha sonra təsiri şalı sözlə xəbər ifadə oluna bilməz, təyin də ifadə oluna bilməz. Eyni zamanda mübtədə də ifadə oluna bilməz. Yalnız ikisi haqqında 2 cümlə üzvü üçün ortaq ola biləcəyi üçün biri götürürük. Çıxışlıq hallı əvəzlik ifadə oluna bilər. Xəbər funksiyasında da ola bilər. Deməli, tamamlıq da ola bilər. Eyni zamanda zərflik də ola bilər. Bizə gəldi, haraya, məkan məzmunu bildirdikdə. Bir də bizə kitab ver, kimə, bizə, həm tamamlıq. Məsələn, bir də eyni zamanda onun sözü bizədir, kimədir. Yəni, daha doğrusu çıxışlıq hallı əvəzlik. Bizdən, yönlük halda işlətdim mən. Bizdən. Orada bizdən sözü həm tamamlıq, həm zərflik, həm də xəbər rolunda ola bilər. Yəni, üçü haqqında olduğu üçün xəbər, zərflik, tamamlıq götürə bilmərik. Fe'li birləşmə ilə ifadə oluna bilər hamısı. Mübtədə, xəbər, tamamlıq, zərflik hamısı fe'li birləşmə ilə ifadə oluna bilər. Miqdar sayı ilə ifadə oluna bilər. Mübtədə, yəni ismin bedində ismi məxsus şəkildə qəbul edərək, isimləşərək mübtədə ola bilər, xəbər ola bilər, eyni zamanda təyin ola bilər. Ən az 3 olduğu üçün burada da ikisi haqqında soruşurdu dedik. Yəlik halda əvəzlik ifadə oluna bilər. Təyinlə ifadə oluna bilər. Məsələn, bizim sinif yarışda qalib gəldi. Burada təyinlə ifadə oluna bilər. Eyni zamanda yəlik hallı əvəzlik ifadə oluna bilər xəbərlə də. Xəbərin ifadə vasitəsi ola bilər. Burada da 2 cümlə üzvü, birincidə də 2 cümlə üzvü ilə ifadə oluna biləcəyi üçün 1-5 olur A variantı. Sual 36. Cədvəldəki uyğunluğu müəyyən edin. Zərflə ifadə olunmayıb. Qasım dedi ki, bizə gələrsən. Gələrsən hara? Bizə, haraya bizə. Burada zərflə ifadə olunmayıb, əvəzliklə ifadə olunub. Biri birdir. O nənəsi tək qəşəng idi. Qəşəng idi. Kim? O. Necə tərcə nənəsi tək, nənəsi kimi. Burada zərflik yenə əvəzlik, zərflə ifadə olunmayıbdır. Yəni nənəsi, bir də tək qoşma, ikisi birləşib birlikdə zərflik olubdur. 2 də yəni tələbi ödəyir. Zərflə ifadə olunmayıb. Qardaşım sənə ürəkdən inanır. Necə tərzdə ürəkdən. Burada zərflə ifadə olunubdur. 3 götürülmür. Digərində isə zərf mübtədə rolundadır. Hara göndərsən, ora gedəcəkdir. Gedəcəkdir. Kim o? Mübtədəsi buraxılıb haraya, oraya. Ora. Burada zərflikdir. Zərf mübtədə rolundadır. Fikri yanlışdır. Ümumiyyətlə mübtədə yoxdur burada. Hamı bilir. Bilir kim hamı. Mübtədə əvəzliklə ifadə olunub. Yuxarıdakılar nəticəni analiz etmişlər. Kim yuxarıdakılar? Burada da yuxarıdakı sifətli yenə zərf deyil. Doğru cavab 1-2 olur. C variantı. 37. Cədvəldəki uyğunsuzluğu müəyyən edin, yəni yanlışı tapmalıyıq. Bura gələnlər hələ də eyni savadlılardır. Kim? Buraya gələnlər. Cümlədə isim olmasa da mübtədə var. Deməli, hansı savadlılardır? Eyni, nə vaxt, nə zaman, hələ. İsim, bura əvəzlikdir, daha doğrusu ora, bura. Olacaq zərf, gələn fe'l sifət, hələ zərf, eyni. Öz hər bütün filan eyni. Əvəzlik, savadlı sifət. Bəli, cümlədə isim yoxdur. Mübtədə varmı? Bura gələnlər mübtədədir. Bu doğrudur. Zavallı olmaq bəzi insanların alnına yazılmışdı. İnsanlar nə etmişdik? Yazılmışdı. Nəyə? İnsanların alnına. Nə? Zavallı olmaq. Hansı insanların? Bəzi. Cümlədə sifət olmasa da təyin var. Cümlədə sifət bəzi əvəzlikdir, bəli sifət yoxdur. Təyin varmı? Var. Bu fikir də doğrudur. Tətbiqə əlverişli olmayan nəzəriyyə mənasız, nəzəriyyəyə dözməyən tətbiq isə sonsuzdur. Sonsuzdur. Nə sonsuzdur? Tətbiq. Hansı tətbiq nəzəriyyəyə dözməyən mənasızdır? Nə? Nəzəriyyə. Hansı nəzəriyyə tətbiqə əlverişli olmayan? Cümlədə say olmasa da təyin var. Bəli, təyin var, lakin say yoxdur. Bu düzdür. Uşaq yadında saxladığını da
Uşaq yadına saxladığında həyəcandan unutdu. Unutdu. Deməli, kim, uşaq nəyi unutdu? Yadında saxladığını, nə üçün, həyəcandan unutdu. Nə üçün, nə səbəb unutdu? Həyəcandan, yəni həyəcanlandığı üçün. Cümlədə fe'li birləşmə olmasa da, deməli, yadında saxlamaq frazoloji birləşmə olduğu üçün fe'li birləşmə sayılmır. Bu düzdür. Zərflik var, var. Həyəcandan zərflikdir. Bu doğrudur. Məktub Rasimin oğlu tərəfindən yazılmışdı. Nə etmişdi? Yazılmışdı. Nə? Məktub. Kim tərəfindən? Rasimin oğlu tərəfindən. Cümlədə adlıq hallı isim olsa da, məktub bəli. Subyekt yoxdur, yanlışdır. Rasim burada subyektdir. Baxmayaraq ki, mübtədə rolunda çıxış etməyib, amma subyektdir. Subyekt yoxdur fikri yanlışdır. Elə uyğunluq pozulub E variantında. Sual 38. Əgər cümlədə altından xətt çəkilən sözü kobudcasına söz ilə əvəzləsək, yəni müəllim bizim şagirdlə sərt davranırdı. Sərtin yerinə kobudca sözünə yazsaq, nə dəyişər, nə dəyişməz. Əvvəlcə baxaq, nə edirdi, davranırdı, necə cümlə tərzi sərt, kim müəllim, kim ilə, şagirdlərlə, hansı şagirdlərlə, bizim şagirdlərlə. Nə dəyişər? Zərfli ifadə vasitəsinin quruluşu, bəli, zərfli ifadə vasitəsinin quruluşu dəyişər. Əvvəl sərt, sadə idisə, indi kobudcasına düzəltmə olar. Bu doğrudur, yəni dəyişənədir, birə A-dır. Cümlədə zərfliyin sayı dəyişməz. Əvvəl də sərt bir dənə zərflik var idi, indi də zərfliyin sayı 1 olacaq, dəyişməyəndir. B. Cümlənin sintaktik təhlil sxemi bəli, sadəcə orada sərtin əvəzini kobudcasını yazmaqla yenə zərflik olaraq götürəcəyik. Təhlil sxemi dəyişməyəcək, bu da dəyişməyən aiddir. Cümlə üzvlərinin sayı, bəli, cümlə üzvlərinin sayı dəyişmir. Yenə mübtədə, təyin, tamamlıq, zərflik, xəbər olaraq qalır. Dəyişmir. B, C, D-ni yazırıq bura. Zərfin sayı soruşur. Müəllim bizim şagirdlə sərt davrandı. Sərt zərfdir, kobudcasına zərfdir. Bəli, nitqsəsi olan zərfin də sayı dəyişməyəcəkdir. Eyni də yazırıq dəyişməyənə. Dəyişən sadəcə A-dır, digərləri isə dəyişməyəndir. Ona görə 1A, 2B, C, D, Y olacaq C variantı. Növbəti sual 39-a baxırıq. Verilən cümlələri müqayisə edərək ortaq və fərqli cəhətləri müəyyən edin. Qovmaq onun üçün çox çətin idi. Burada çox ədatdır, çoxdan sonra sifət gəldiyi üçün. Deməli, nə çətin idi? Qovmaq, kim üçün, onun üçün. Mövzuya aid kitabları çox oxumuşam. Oxumuşam, nə qədər oxumuşam? Çox. Nəyi kitabları, hansı kitabları? Deməli, mövzuya aid, yəni mövzuya aid olan kitabları. Burada təyindir. İndi baxaq, ortaq və fərqli cəhətləri tapmalıyıq. Cümlədə kəmiyyət zərfliyi var. Birincidə kəmiyyət zərfliyi yoxdur, çünki çox orada ədatdır. Bu ortaq yox, fərqli xüsusiyyət olduğu üçün bir səhvdir. Çünki digərində çox kəmiyyət zərfliyi var. Qoşmalı söz zərflik rolunda çıxış etməyibdir. Bəli, onun üçün burada qoşmalı sözdür və zərflik rolunda deyil. Tamamlıqdır. Digərində də mövzuya aid qoşmalı sözdür, amma yenə zərflik yox, təyin rolunda çıxış edib. Hər ikisi haqqında doğru fikir olduğu üçün, bu tərəf silək, hər ikisi haqqında doğru fikir olduğu üçün, deməli, 2 ortaq fikir olaraq götürüləcək, bir ortaq deyildi. Daha sonra fərqli cəhətlərə baxırıq. Cümlənin mübtədəsi düzəltmə sözlə ifadə olunmuşdur. Mübtədə qovmaq, mübtədə oxumuşdum ki mən. Birində mübtədə yoxdur, digərində isə qovmaq düzəltmə söz deyil. Ona görə mübtədəsi düzəltmə sözlə ifadə olunur fikri hər ikisi haqqında yanlışdır. Nə fərq deyil, nə ortaq deyil. Cümlədə zərflik var. Birinci cümlədə yox, ikinci cümlədə isə zərflik olduğu üçün bu da fərqli xüsusiyyət. 2-4 olur B. Tərkibində yalnız baş üzvlərin olduğu, yəni yalnız baş üzvlər olmalıdır. Müxtəlif cümlələr üçün hansı fikir istənilən halda ortaqdır? Yəni sadəcə mübtədə və xəbərdən ibarət olmalıdır və istənilən müxtəlif cümlələr üçün hansı fikirlər istənilən halda ortaqdır? Cümlədə leksik mənası olan bütün sözlər müstəqil şəkildə cümlə üzvüdür. Ola bilər ki, mübtədə və yaxud da xəbər söz birləşməsindən ifadə olunar ki, onda hamısı müstəqil olmayacaq ki, tərkibin içinə daxil olacaq. Ona görə bu yanlışdır. Mübtədənin ifadə vasitəsi suala cavab verərək cümlə üzvü olmuşdur. İstənilən halda yox. Ola bilər ki, mübtədə sual əvəzi ilə ifadə oluna bilər. O da sual əvəzi suala cavab vermədən birbaşa cümlə üzvü olaraq mübtədə götürüləcək. Bu da səhvdir. Daha sonra cümlədə yalnız tabelik əlaqəsi var. Ola bilər ki, həmciz deməli yalnız baş üzvlərin olduğu deyil, həmciz mübtədələr və yaxud da həmciz xəbərlər olar. Onun zamanda tabelilik əlaqəsi var deyil yalnız. Xeyr, tabesilik əlaqəsi də ola bilər. Baş üzvlərdən birində xəbəri şəkilçisi var. Baş üzvlərdən biri olan xəbərdir. Xəbərdə də ola bilər ki, xəbəri şəkilçisi ixtisar oluna bilər. Xəbəri şəkilçisi ixtisar olunduqda deyə bilmərik ki, axı əminliklə xəbəri şəkilçisi var. Eyni zamanda üçüncü şəxsin təkində ıb nəqli keçmiş zamanda şəxs sonluğu olmur. Məsələn, o oxuyub. Nə idi bu oxuyub? Orada şəxs sonluğu yoxdur.
Ona görə bu fikir də yanlışdır. Cümlədə ən azı bir söz ismin adlı halındadır. Bəli, çünki mübtədə deyirsə, mübtədə də ismin hansı halında olur? Adlı halında. Ən az bir söz adlı halda olduğu doğru fikirdir. Cavab olur E variantı. Növbəti sual 41-ci sual. Doğrudan doğru, yanlışdan yanlışı tapmalıyıq. Şəxs əvəzliyi təyin və zərflik yolunda çıxış edə bilər. Şəxs əvəzliyi mən, sən, biz sezonlardır. Bizim məktəb gözəldir. Gözəldir. Hara məktəb? Hansı məktəb? Bizim. Şəxs əvəzliyi təyin ola bilər. Bizdə axşam qonaqlıq var. Hara da bizdə. Orada zərflik də ola bilər. Bu doğru fikirdir. Elə belə işarə vəzifələri başlanğıc formada mübtədə kimi çıxış edə bilməz. Bəli, bunlar isimləşərək, yəni isimləşərək yox, daha doğrusu ismi məxsus şəkildə qəbul edərək mübtədə ola bilərlər, amma birbaşa mübtədə yox, təyin və ya zərflik ola bilir. Eləsini axtarıram, beləsini axtarıram. Bu zaman artıq mübtədə ola bilər. O da başlanğıc formadan çıxacaqlar. Təyinlər yer zərfi ilə ifadə oluna bilmir. Təyinlər yer zərfi ilə ifadə oluna bilmir. Yanlışdır. Aşağıdır, yuxarıdır. Onlar yəni yer zərfi funksiyasına çıxış eləyə bilərlər. Yəni bu fikir yanlış fikirdir. Doğrudan yanlış olduğu üçün 3-ü götürmürük. 4-ə baxaq. Kəmiyyət zərfliyi isim birləşməli ifadə oluna bilməz. Kəmiyyət zərfliyi xeyr, kəmiyyət zərfliyi isim birləşməli ifadə oluna bilməz fikri yanlışdır. Kəmiyyət zərfliyi isim birləşməli ifadə oluna bilər. Məsələn, mən ondan son dərəcədə məmnunam. Mən ondan hədsiz dərəcədə məmnunam. Yəni nə qədər, nə dərəcədə kəmiyyət zərfliyi isim birləşməli ifadə oluna bilər. Bu fikir yanlış olduğu üçün 4 cavab olacaqdır. Həm məqsəd, həm də səbəb zərfli məstərlə ifadə oluna bilər. Bəli, həm səbəb, həm də məqsəd zərfli məstərlə ifadə oluna bilər. Bu doğrudur. Zərflik ismi və feili xəbərə aid ola bilər. Bu da doğrudur. Çünki zərflik yalnız feili xəbərə, yalnız feilə yox, həm ismi, həm də feili xəbərə aid ola bilir. Məsələn, indi gecdir. Orada zərflik isim xəbərə aid olubdur. İndi gedirəm. Burada isə feili xəbərə aid olubdur. Yanlışdan yanlış 4, doğrudan doğru 1-2. Cavab 1-2-4. A variantı. 42. Hansı cümlənin ikinci dərəcəli cümlə üzvü ilə başlanıb başlanmadığı dəqiqdir. Şair dostu ilə görüşmüşdü. Görüşmüşdü kim? Şair. Bir də şair dostu ilə görüşmüşdü. Görüşmüşdü kim? O. Kim ilə? Dostu ilə. Hansı dostu ilə? Şair. Şairi burada həm təyin, həm də tamamlıq, həm də mübtədə götürə bilərik. Ona görə də ikinci dərəcəli cümlə üzvü ilə başlanıb başlanmadığı dəqiq deyil. Mübtədə ilə də başlaya bilər. İt sümüyü dünən gətirmişdi. Gətirmişdi. Nə it? Burada mübtədə də ola bilər. Gətirmişdi. Nə vaxt, nə zaman? Dünən. İt sümüyü. Yəni it sümüyünü gətirmişdi. İt sümüyü. Hansı sümüyü? İt sümüyü. Gətirmişdi. Nə vaxt, nə zaman? Dünən. İt sümüyü. Hə, nə gətirmişdi? İt sümüyünü. Tamamlıq ola bilər. Qeyri-müəyyən təsiri iki halda olar orada. Sümüyünü. Yəni burada dəqiq deyə bilmirik ki, ikinci dərəcəli üzvü ilə başlayır, yoxsa başlamır. Mübtədə ilə də başlaya bilər, ikinci dərəcəli ilə də başlaya bilər. Nadir tapıntıları gizlətmişdi. Kim nadir? Mübtədə də ola bilər. Hansı? Sualına cavab verib nadir tapıntı təyin də ola bilər. Bu da dəqiq deyil. Uşaqları yemək yeyib getdilər. Nə etdilər? Getdilər. Deməli, necə cümlə tərz getdilər. Kim getdi? Uşaqları. Burada mübtədə kimi də götürmək olar. Daha sonra ikinci dərəcəli üzv kimi üzvlə başlanıb başlamadığı dəqiqdir. Getdilər. Kim? Uşaqları. Uşaqları yemək yeyib getdilər. Necə cümlə tərzi getdilər? Yemək yeyib. Burada uşaqlarını ikinci dərəcəli üzv kimi götürmək olmur. Yəni getdilər. Kim? Uşaqları. Konkret olaraq burada uşaqları mübtədədir. Ona görə də ikinci dərəcəli cümlə üzvü ilə başlayıb başlamadığı dəqiqdir ki, burada ikinci dərəcəli cümlə üzvü ilə başlamır. Doğru cavab dedi. Şagirdləri tədbirə çağırmışdılar. Nə etmiş? Şagirdləri tədbirə çağırmışdı. Çağırmışdı. Kim? Şagirdləri. Burada olacaq mübtədə. Nə etmişdi? Çağırmışdı. Kimi? Şagirdləri. Burada tamamlıq. Yəni həm mübtədə, həm tamamlıq kimi götürə biləcəyimiz üçün burada da dəqiq deyə bilmərik. Və doğru cavab olur D variantı. Növbəti suala baxaq. Sual 43. Tamamlıqla bağlı doğru fikirləri müəyyən edin. Tamamlıq xəbərdən aralıda işlənə bilər. Bəli, təbii ki, xəbərdən aralıda işlənə bilər. Cümlənin əvvəlində də gələ bilər. Doğru fikirdir. Bir doğrudur. Tamamlıqlar təsiri hallı sözlərlə ifadə oluna bilər. Bəli, ismin təsiri halında da, yerlik halında, çıxışlıqda da ifadə oluna bilər. Yönlüklə də ola bilər. Düzdür. Müstəqil olaraq kim sualına cavab verən isimlər tamamlıq cümlə sualına cavab verə bilər. Bəli, məsələn, atam fəhlə axtarır. Orada fəhlə qeyri-müəyyən təsiri halda olduğu üçün baxmayaraq ki, insandır. Yəni normalda kim sualına cavab verir, amma orada qeyri-müəyyən təsiri halda olduğu üçün nə sualına cavab verəcək? Tamamlığın ifadə vasitələrinə oxşar ifadə vasitəsi olan cümlə üzvü yoxdur. Niyə ki? Məsələn, isim həm tamamlığın, həm mübtədənin, həm xəbərin ifadə vasitəsi ola bilər. Bu səhvdir. Tamamlıqlar ismi xəbərlə əlaqəyə girməsə də, feili xəbərlə əlaqəyə girə bilir.
Yanlışdır. Tamamlıq həm ismi xəbərlə, həm də fe'li xəbərlə əlaqəyə girə bilir. Bu fikir yanlışdır. Doğruları istədiyi üçün cavab olur 1, 2, 3, yəni A variantında. Növbəti suala baxaq. 44. Təsrif hallı ismin tamamlıq kimi işləndiyi cümlələri müəyyən edin. Yəni isim təsrif halda olsun və tamamlıq funksiyasında olsun. Baxaq. Birinci cümləyə. Kitabı stolun üstündən götürəndə başı gicəlləndi. Nə etdi? Gicəlləndi. Nə gicəlləndi? Başı. Nə vaxt, nə zaman? Kitabı stolun üstündən götürəndə. Burada deməli, ümumiyyətlə tamamlıq yoxdur. Ona görə biri götürə bilmərik. Kəndə selin gəlməsi kəndləri köçməyə məcbur etdi. Məcbur etdi. Nəyə məcbur etdi? Deməli, təsiri hallı isim. Nəyə məcbur etdi? Köçməyə. Köçmək əslində burada məstərdir. Köçməyə. Tamamlıq. Kimi kəndliləri nə vaxt yox, daha doğrusu nə məcbur etdi? Kəndə selin gəlməsi. Kəndləri isimdir və təsiri halda eyni zamanda tamamlıqdır. Cavabın 1, 2-dir. Köhnə dostu olan satıcını bazara gedəndə görərdi. Nə edərdi? Görərdi. Kimi satıcını, hansı satıcını? Köhnə dostu olan, nə vaxt, nə zaman bazara gedəndə. Satıcı isimdir, təsiri haldadır və tamamlıqdır. 3-dür. Əmr etdi ki, cavanlarını gətirsinlər. Gətirsinlər kimi cavanlarını. Tamamlıq olsa da, təsiri halsı da isim deyil, sifətli cavan. Bu kəndləri, şəhərləri bir-bir gəzmişəm. Gəzmişəm. Haranı şəhərləri, haranı kəndləri. Kəndləri, şəhərləri təsiri halda olan isimdir və tamamlıq funksiyasındadır. Biri də 5-dir. 2, 3, 5 A variantı. Daha sonra digər suala baxaq. 45. Tamamlıq, təyin və zərfliklə bağlı verilmiş fikirləri uyğunlaşdırın. Yalnız birinə aid, yalnız ikisinə aid, heç birinə aid deyil olan fikirləri tapmalıyıq. Qoşmalı sözlərlə ifadə olunan bu cümlə üzvü digər ikinci dərəcəli üzvləri özünə tabe edir. Qoşmalı sözlərlə ifadə olunan bu cümlə üzvü. Ümumiyyətlə, bütün cümlə üzvləri qoşmalı sözlərlə ifadə oluna bilər. Eyni zamanda qeyd edir ki, bu cümlə üzvləri digər ikinci dərəcəli üzvləri özünə tabe edə bilər. Əslində, qoşmalı sözlərlə ifadə olunan bu cümlə üzvü. Məsələn, təyin digər cümlə üzvü olan tamamlığı özünə tabe edə bilərmi? Təyinlə tamamlıq yanaşma əlaqəsində olduqda tamamlıq təyini özünə tabe edəcək. Təyin tamamlığı yox. Yəni burada təyin tabe etmir. Tabe olur. Eləcə də digər cümlə üzvlərindən məsələn tamamlığı fikirlərsək, tamamlıq da xəbərlə əlaqədə özünə tabe etmir. Tamamlıq da xəbərlə əlaqədə asıl tərəf olur. Eyni zamanda zərflik də xəbərlə əlaqədə olanda asıl tərəf olur. Özünə tabe etmir, tabe olur. Ona görə bu fikir heç biri haqqında doğru deyil. 3-ə yazırıq A-nı. B-yə baxaq. Həm ismi, həm də fe'li xəbərli cümlədə işlənə bilir. Özü ilə tabelik əlaqəsində ola bilmir. Həm ismi, həm fe'li xəbərli cümlədə işlənə bilər hər üçü. Yəni məstər, daha doğrusu tamamlıq, təyin, zərflik hər üçü işlənə bilər. Özü ilə tabelik əlaqəsində ola bilmir. Yalnız təyin özü ilə tabelik əlaqəsində ola bilir. Ona görə üçündən birini çıxırıq. Bu fikir təyin haqqında yox. Sadəcə zərflik və tamamlıq haqqında doğrudur ki, özü ilə sintaktik əlaqədə, yəni tabelik əlaqəsində ola bilmir. Ona görə bu ikisinə aiddir bu fikir ki, yazırıq B-ni. Daha sonra C-yə baxaq. Əlaməti öz əksini xəbərdə tapa bilir. Bu söhbət mübtədədən gedir. Sintaktik əlaqənin əsas tərəfi kimi çıxış edə bilir. Təyin sintaktik əlaqənin əsas tərəf kimi çıxış edə bilər. Təyin yanaşma əlaqəsində, amma əlaməti öz əksini xəbərdə tapa bilir. Bu mübtədədən söhbət gedir. Yəni digər ikinci dərəcəli üzvlərə aid olmadığı üçün bu heç birinə aid deyil. C-ni yazırıq heç birinə aid olmayana. Sonra D-yə baxırıq. Mübtədə ilə sintaktik əlaqədə asıl tərəf kimi çıxış edir. Söhbət təyindən gedir. Zərfliklə tamamlıq sintaktik təhlildə olmur mübtədə ilə. Yəni amma təyin olur və təyin də yanaşma əlaqəsində asıl tərəf olur. Bu yalnız təyinə aid olduğu üçün D-ni yazırıq 1-ə. E-yə baxaq. Yerlik və yönlük halşa keçici sözlərlə və söz birləşmələrlə ifadə oluna bilər. Yerlik və yönlük halşa keçicilərlə ifadə oluna bilər. Təyin, eyni zamanda zərflik. Həm yerlik, həm yönlük halşa keçici sözlərlə ifadə və söz birləşmələrlə ifadə oluna bilər, amma təyin yox. Bu da yalnız ikisi haqqında doğru olduğu üçün 2-yə yazırıq E-ni. Cavab olur 1-ə D, 2-yə B-Y, 3-ə A-C. O da olur B variantında. Doğru cavab olur B. Sual 46. Doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyik. Eyni zamanda burada uyğunsuzluq dedikcə üçün əksinə. Doğrudan yanlışı, yanlışdan isə doğrunu götürməliyik.
Baxaq, təyin hər zaman sintaktik əlaqədə yalnız əsl tərəf olur. Fikri yanlışdır. Çünki təyin təyinlə, yəni yanaşma əlaqəsində olanda birinci təyin aslı, ikinci təyin isə əsas tərəf olur. Yəni təyin hər zaman sintaktik əlaqədə yalnız əsas tərəf olur. Fikri yanlışdır. Parçalama yəni isim birləşmələr bütövlükdə cümlə üzvün ifadə vasitəsi olur. Bəli, isim birləşmələr ikinci, üçüncü növ təyin söz birləşməsi parçalanmadan bütövlükdə cümlə üzvün ifadə vasitəsi olur. Tamamlıq feili və ismi xəbərlə sintaktik əlaqədə ola bilər. Doğrudur. Tamamlıq həm feili, həm də ismi xəbərlə sintaktik əlaqədə olur. Digərinə baxaq. Tamamlıq və zərflik bir-birlə sintaktik əlaqədə ola bilir. Fikri yanlışdır. Tamamlıq, zərflik sintaktik əlaqədə olmur bir-birlə. Tamamlıq və təyin mübtədə ilə də sintaktik əlaqədə olur. Tamamlıq yox, təyin sintaktik əlaqədə ola bilir. Amma tamamlıq və təyin yazdığı üçün yanlışdır. Feili bağlama zərfliyin bütün məna növlərinin ifadə vasitəsi ola bilər. Feili bağlama zərfliyin bütün məna növlərinin yox. Məsələn, məqsəd zərfliyinin ifadə vasitəsi ola bilməz. Bu da yanlışdır. Burada uyğunsuzluq yaradan yalnız birinci fikirdir. Doğrudan yanlış yazılıb. Digərlərində isə 2, 3 doğruda doğru, 4, 5, 6 isə yanlışda yanlışdır. Yəni doğru cavab olur burada. Yalnız bir dənə olan uyğunsuzluq C variantı. Növbəti sual 47. Səbəb zərfliyi işlənmiş cümləni müəyyən edin. Gözləri dolmasın deyə kədərini daim gizlədərdi. Gizlədərdi. Nə vaxt, nə zaman daim? Nəyi? Kədərini. Kədərini nə məqsədə gizlədərdi? Yəni məqsədi nə idi gizlətməkdə? Gözləri dolmasın deyə. Gözlərinin dolmamağı üçün. Burada məqsəd zərfliyidir. Gecə gündüz dərs çalışmaqdan özünü fərdi inkişaf etdirmişdi. İnkişaf etdirmişdi. Deməli, kimi özünü. Burada isə nə səbəbə inkişaf etdirmişdi? Gecə gündüz dərs çalışmaqdan. Ümumiyyətlə, məstər birdən olduqda burada səbəb zərfli olur, məqsəd olmur. Yəni gecə gündüz dərs çalışdığı üçün özünü fərdi inkişaf elətdirmişdi. Çalışmaq üçün yox, çalışdığı üçün. Dıq plus mənsubiyyət plus üçün də bərpa edə bilirik və səbəb zərfliyi B variantındadır. Hazırlaşdığı üçün qəbul olan Elnur əziyyətinə şükür edirdi. Şükür edirdi kim? Elnur. Hansı Elnur? Hazırlaşdığı üçün qəbul olan. Burada dıq bir üçünə görə çaşıb səbəb zərfliyi götürməyin. Hazırlaşdığı üçün qəbul olan birlikdə feil sifət tərkibi olur. Burada ümumiyyətlə, deməli, hazırlaşdığı üçün yəni səbəb zərfliyi olmur. Və ümumiyyətlə bu cümlədə zərflik yoxdur. Dostlarını görmək üçün çoxdan gəlmədiyi şəhərə yenə qayıtmışdı. Qayıtmışdı. Haraya? Şəhərə. Nə vaxt, nə zaman? Yenə. Nə üçün? Deməli, dostlarını görmək üçün çoxdan gəlmədiyi. Xeyr, burada hansı şəhərə? Dostlarını görmək üçün çoxdan gəlmədiyi. Nə üçün sualını verib? Dostlarını görmək üçün birlikdə müstəqil cümləsi götürülmür. Hansı şəhərə? Dostlarını görmək üçün çoxdan gəlmədiyi. Burada da feil sifət tərkibi yaradır və burada səbəb zərfliyi yoxdur. Kəndə istirahət etməyə getdi. Getdi. Nə üçün? Nə məqsədə getdi? Getməkdə məqsəd nə idi? İstirahət etmək. Burada isə məqsəd zərfliyidir. Səbəb zərfliyi yoxdur. Cavab oldu B variantı. Çünki orada səbəb zərfliyi işlənib. Sual 48. Zərfliyin iki məna növü işlənmiş. Deməli, cümlələri seçin. Yəni iki məna növü işlənsin burada. Deməli, birinci cümlədə qeyd olunur ki, axşam evə gələndə işıqların söndüyünü gördü. Nə etdi? Gördü. Nəyi gördü? İşıqların söndüyünü. Nə vaxt, nə zaman? Axşam evə gələndə. Burada sadəcə bir dənə məna növü var, zaman zərfliyi var. Şair danışanda insanların döyüş əzmi çox artdı. Deməli, nə etdi? Artdı. Nə qədər artdı? Çox. Nə çox artdı? İnsanların döyüş əzmi. Nə vaxt, nə zaman? Şair danışanda. Burada zaman zərfliyi eyni zamanda kəmiyyət zərfliyi var. 1, 2-dir. 2 müxtəlif məna növü var. Yatıb qaldığı üçün dərsə gecikən şagird bugün çox idi. Çox idi. Nə qədər? Xeyli. Xeyli çox idi. Burada deməli xeyli olacaqdı. Zərflik, kəmiyyət zərfliyi. Nə vaxt, nə zaman? Bugün. Kim? Şagird. Hansı şagird? Yatıb qaldığı üçün dərsə gecikən. Burada da bugün zaman çox, xeyli də kəmiyyət var. 2 müxtəlif məna növü olduğu üçün biri də 3-dür. 4-də birdən qapının açılmağı onun fikirlərini qarışdırdı. Nə etdi? Qarışdırdı. Nəyi? Onun fikirlərini. Nə qarışdırdı? Qapının açılmağı. Nə vaxt, nə zaman? Birdən. Burada isə yalnız birdən zaman zərfliyi var. Dünən dərslərə başlamadan yeni mövzuları demişdim. Demişdim. Nəyi? Mövzuları. Hansı mövzuları? Yeni. Nə vaxt, nə zaman? Dünən dərslərə başlamadan. Burada isə yalnız zaman var. Başqa da zərfin məna növü yoxdur. Zərfliyin. 2 ilə 3 oldu ki, orada 2 müxtəlif məna növü olub. 49.
Verilən fikirlərin doğru yanlış olduğunu müəyyən edin. Təyin adətən fe'li xəbərlə sintaktik əlaqəyə girir. Təyin fe'li xəbər yox, ismi xəbərlə. Bu yanlış fikirdir. Bəzi şəxs əvəzlikləri müxtəlif hallarda yer zərfliyi kimi çıxış edə bilir. Bəli, orada bizdir, biz əvəzliyi, şəxs əvəzliyi. Eyni zamanda siz şəxs əvəzliyi ismin müxtəlif hallarını, yəni yerlik və yönlük karşı şəkilçisini qəbul edərək yer zərfliyi kimi çıxış edə bilir. Məkan məzmunu bildirə bilir. Bu doğrudur. Zərfliyin əsas ifadə vasitəsi isim, əvəzlik və təsriflənən feillərdir. Təsriflənən feil yox, yanlışdır. İsim əvəzliyi olur, amma təsriflənən feil yox. Tərz-i hərəkət bir də əsas ifadə vasitələri ilə zərfin özüdür. Eyni zamanda isimlərdir. Sonra 4-də, yəni yanlışdır bu. 4-də isə tərz-i hərəkət zərfliyi ismi xəbər aid ola bilər. Doğrudur. Tərz hərəkət zərfliyi cümlədə ismi xəbər aid ola bilir. Tamamlıq təsiri iki halda olan sözlə ifadə olunduqda əlaqələndiyi xəbər əsasən fe'li xəbər olur. Bəli, təsiri iki halda olarsa əsasən fe'li xəbər olur. Həmişə yox, amma daha çox fe'li xəbər olur. Xüsusilə də qeyri-mənfi təsiri iki halda olanda fe'li xəbər olur. Bu fikir doğru fikirdir. Birinci və üçüncüdə yanlış, yerdə qalanlarda isə doğru olan fikir 1-3 yanlış, digərlər doğru olan olur. C variantı. Sual 50. Tamamlıq işlənmiş cümlələri müəyyən edin. Susuzluqdan çöllərində yanır əkinlər. Yanır, nə yanır? Əkinlər. Harada? Çöllərində. Susuzluqdan, yəni susuz olduğu üçün, nə üçün, nə səbəbə yanır əkinlər? Susuzluqdan. Burada susuzluqdan tamamlıq deyil, zərflikdir. Nə səbəbə yanır? Susuzluqdan. Səbəb zərflikdir, yəni bunu tamamlıq götürməyin. Cənab hakimlərə bir sualım var. Var, nə var? Sualım. Kimə? Hakimlərə. Burada tamamlıq var 2-dir. Qardaşımdan xoş xəbər gəldiyindən sevinirik. Sevinirdik. Nə üçün? Nə səbəbə sevinirik? Qardaşımdan xoş xəbər gəldiyi üçün. Burada da səbəb zərfliyidir. Qorxmayın. Siz qarlı qışdan, yağışdan. Qorxmayın. Kimsiz? Nədən qışdan, nədən yağışdan? Burada tamamlıq var. Digərlərindən yaşının çoxluğu ilə fərqlənirdi. Fərqlənirdi. Nə ilə? Yaşının çoxluğu ilə. Burada da tamamlıq var. Biri də oldu 5. Cavab 2, 4, 5. Yəni olur A variantı. Belə əziz müəllimlər, 1-dən 50-yə kimi ikinci dərəcəli üzvlərdən olan sualları izah etdim. Bundan sonraki videoda isə digər sualları izah edəcəm.